Başa düşmüyorum. Salam, axşamınız xeyir olsun. Bugünləri növbəti efirimizdə sizdən baş-başayıq. Bizə hər zamanki kimi buyurub bütün psixoloji suallarınızı buyurub verə bilərsiniz. Bizə sizin suallarınızı hər zamanki kimi cavablayaq. Dəqiqə. Deyir, daim dərindən kök götürürəm. Sanki içimdə nəsə hava çatmır kimi hiss edirəm. Həyatda yerim az olub, özümü artıq hiss edirəm. Sizcə bundan qurtarmaq olar? Əslində olar. Əslində bir tərəfdən həyatda yaşamaq üçün məqsədinizi görmürsünüz. Özünüzü tam olduğunuz kimi qəbullanmırsınız. Yəni öz yeriniz yoxmuş kimi görünürsünüz. Ola bilər ki, sizi başa düşən insanlar yoxdur sizin ətrafınızda və bu baxımdan da özünüzü belə deyək də dışlanmış və təcrid olunmuş kimi hiss edirsiniz. Bu baxımdan da dəyişdirilə bilən bir şeydir. Əgər özünüzü tam dərindən dərk eləsəz, özünüzün probleminizin fərqində olsaz, həmin vəziyyətdə keçib gedəcək. Belə. Deyir, uğur qazanan kimdir, halsızlaşıram, irəlidir getməkdir, niyə məni söndürür? Özünüzə dəyər vermirsiniz, nə əldə etdiyiniz uğuru da qəbulana bilmirsiniz və bədən bir yerdə onu inkar edir. Amma əldə etdiyin uğuru öz dəyərini bilərək əldə etdiyini anlasan, artıq elə bir hissin qalmayacaq. Xanım deyir, 28 yaşım var, qulaqlarım deyir, tez-tez tutulur, dediklərimi heç kim eşitməyibsə, nə? Bədən də deyir, eşitməyi bağlayar. Anlamadım, bədən eşitməyi nəyə nəzərdə tutursunuz? Dediklərinizi hər kimsə eşitməyibsə, öz qulağınızda problem yaranmış ola bilər. Amma əsasən bir digər tərəfdən də ki, sizin özünüzün eşitmək istəmədiyiniz hər hansı bir şey varsa, mən eşitmək istəmirəm deyərək qulağınızı tutmuşsunuz sənin hadisə qarşısında. Bu baxımdan qulağınızda simptomatik ağrı, yəni zəifləmə ola bilər, tutulma ola bilər. Ona görə nəyə eşitmək istəmədiyinizi özünüz qayıdıb müşahidə eləməlisiniz. Dizlərim deyir, tez-tez ağrıyır. Boyun nə? Anlamadım. Sual yazıb arada gəlməyib. Neysə. Xoşbəxt anlarda deyir, içində deyir, sıxıntı qalxır. Sevinç hissi niyə bədənində yad gəlir. Xoşbəxt anlarda sıxıntı qalxmağa əslində çox güldüm ağlayacağım proqramı ola bilər. Yəni sənin xoşbəxtçiliyi sən doya-doya yaşaya bilməzsən deyə təşvişlənirsən. Yəni belə deyək də, xoşbəxt olmaq istəyirsən, amma xoşbəxt olanda vəziyyəti idarə edə bilmirsən. O baxımdan da sənin üçün narahatçılıq gəlir ki, bəlkə o xoşbəxtliyi əlindən alarlar, qanımı qaraldarlar deyə bir qorxun olur. O baxımdan da olduğun anın dəyərini, dadını çıxarda bilmirsən. Deyir, sakit otura bilmirəm, ayaqlarım tərpənir, dayansam hisslər keçəcək deyə deyir, hisslər gələcək deyə deyir, qorxuram. Sizcə bunun üçün nə etmək olar? Sakit otura bilməmək, ayaq tərpənmək gərginliyinizdən irəli gəlir. Yəni çox şiddətli təşviş və gərginliyi keçirirsinizsə əgər, bu baxımdan da gərginliyinizi sakitləşdirməkdən ötürü ayağınızda həmin o bədən refleks olaraq rahatlaşdırmağa yönəltmiş ola bilərsiniz. Amma maraqlısı odur ki, sizi gərginləşdirən nədir və hansı situasiyada həyəcanlanıb təşvişlənirsinizsə, onu müşahidə eləməlisiniz özünüzdə. Nə baş verəndən sonra təşvişlənirsiniz. Yəni hər halda gündə 24 saatı bütün gün ayaqlarınızı tərpətmirsiniz deyə düşünürəm. Deyir, çənəmi sıxıram, başım ağrıyır. Bu nədən ola bilər? Çənəni sıxırsan, başın ağrıyır. Ola bilər, danışmaq istəmirsən. Ona görə də demək istədiyin sözü içivə atırsan deyə baş ağrısı olaraq özünü göstərir. Yəni çənəvi sıxmağının özü qəzəbli sıxmağındır, qəzəbli bastırmağındır ki, həmin əsəb sırasında sözləri deyə bilmirsən, yağdıra bilmirsən deyənə içində ağrı olaraq, psixosomatik olaraq özünü göstərir. Deyir, güləndə belə içində boşluq var, emosiya deyir, hiss etməmək də travma əlaməti ola bilər. Əslində, travma əlamətidir ki, duyğu hiss eləmək istəmirsən. Yəni, o qədər ağrı hiss eləmişsiniz, o qədər ağrı yaşamışsınız ki, bir yerdən sonra mən heç nə hiss eləmək istəmirəm deyərək öz içində o təlqini əmri beynivə yer etmirsən və bu baxımdan da beyin sənin bütün duyğulara qarşı olan hissiyatını azaldıb söndürüb. Nə? TikTokda şikayət videoları çəkirlər. Onun bu mövzuya nə əlaqəsi var? Neysə. Deyir, əllərimdən deyir, əşyalar deyir, tez-tez düşür. Tutmaq istədiyim şeylər çox əlimdən çıxıb. Bədən bunu təkrarlayır. Əslində, sualınızda cavab var əslində. Özünüzü doğru müşahidə eləməyi bacarmısınız. Yəni, tutmaq istədiyin şeylər sənin psixoloji olaraq əlindən çıxırsa, itirirsənsə, bir yerdən sonra onu fiziki olaraq da yaşaya bilirsən.
Amma ki sənin itirmək qorxunu hardan səndən qaynaqlanır və nəyə görə itirməkdən qorxursansa, onu da müşahidə eləməlisiniz və müşahidə eləməklə kifayətlənməyib, yəni o duyğudan sağalmalısınız. Leondir, avtobusa minərkən ürək döyüntülərim artır, az qalsın yerə yıxılam. Sosial fobiya yaşayırsınız, ona görə bu baxımdan da avtobusa minərkən insanların sizi baxışları ilə, nə bilim, deyəcəkləri sözünü sizə dəyərləndirəcəyini düşünürsünüz. Sizin haqqınızda mənfi rəylər bildirəcəyini, kommentarları verəcəyinizdən qorxduğunuza görə həyəcan təşviş keçirirsiniz. Mən qorxulu kinolara baxanda həyəcanlanıram. Qorxulu kino ilə siz nə vaxtsa qorxudublar yəqin ki, uşaqlıqda bəzən olaraq uşaqlara hər hansısa bir qorxulu şey göstərirlər. O lap bizim vaxtımızda bilsən nə var idi, indi də düzdür, YouTube'da yazanda çıxır. O bir dənə yellənən yaşıl şey var idi, stol var idi. Onu göstərib uşaqları qorxudurdular ki, qorxulu kino səhnəsidir, nə bilim nədir. Yəni elə bir şeylərə baxanda şey olanda qorxunu sənə, həm də kinonun sənin qorxu kimi cəzalandırılmaq kimi yükləndə, həm qorxmağa başlayıb həyəcanlanırsan. Axşamınız xeyir, necəsiz? Sizin də axşamınız xeyir, yaxşıyam, yaxşı olasınız. Deyir, daim tələsirəm, amma hara getdiyimi bilmirəm. Sizcə mən bu tələskənliyi necə dayandıra bilərəm? Daim tələsib hara getdiyini bilməmək əslində həyatda öz yerini tapmamaqdır. Öz yerinizi tapmırsınız, amma bir yerdə də özünüzü belə deyək də ortada qalmış kimi, nə edəcəyini bilmirmiş kimi istəyərək təşvişlənirsiniz. Amma ki, bir yerdə dayanıb dərindən bir nəfəs alıb, dərindən düşünsəz, öz düşüncələrinizə fokuslansaz, yəni özünüz üçün bir rahat bir həyat xəritəsi çəkərək irəli addımlaya bilərsiniz. Yəni ki, sadəcə tələsməklə, sadəcə deyir, tələsən deyir, təndirə düşər. Bəlkə də sizi tələsdirirlər, heç nə bacarmırsan deyərək. Deyir, özünə qulluq eləyəndə günahkarlıq hiss edirəm. Sağ qalmaq üçün yox, başqaları üçün yaşamaq öyrənilibsə, bədən bunu niyə saxlayır? Bədən ona görə saxlayır ki, başqaları üçün yaşamağı, yəni özü üçün yaşamağı təhlükə kimi görürsə. Özün üçün yaşamaq təhlükəli bir şey deyil axı. Yəni, əlbəttə mən özüm üçün yaşamalıyam, mən sənin üçün niyə yaşamalıyam ki? O baxımdan da sən qayıdıb özün üçün yaşamalı olmağı egoist kimi görüm. Egoistliyi sən anormal bir şey kimi qəbul eləməyə proqramını çıxartsan, yəni egoistlik mənə görə anormal deyil. Əksinə, mən əgər özümə dəyər verib, özümü düşünərək insanlara alçaltmıramsa, insanlara ziyan vurmuramsa, o problemli bir şey deyil. Amma mən özümü birinci seçirəmsə, özümü qabağa atıb özümü önəmsəyərək başqalarına zərər verirəmsə, artıq o problemdir. Amma sənin birinci özünü sevib, özünü dəyərləndirmək günahkarlıq olmamalıdır. Mən 11 ildir ki, deyir, qorxu xəstəliyindən deyir, əziyyət çəkirəm. Psixoloq, psixiatr, nevropatoloq qalmayıb gəzmişəm. Nədən qorxursunuz bəs? Sizi qorxudan şey nədir? Deyir, nə tip qorxudur, məndə də var. Dərdimə çarə tapılmır, evimə girə bilmirəm, kirayelərdə qalıram. Əslində həm də yaşadığınız qorxunu siz evdə almısınız deyənə, həm də evin divarları sizdə həm də yaşadığınız qorxunun xatirələrini uyandırır, sizi tətikləyir, trigger verir deyənə, həmin evə gedə bilmirsiniz. Həmin o qorxunu, evdə yaşadığınız qorxunu mental olaraq şuuraltınızda həll eləyib, yəni doğru terapiya olaraq sağalsaz, yəni öz evinizə də gedə bilərsiniz. İndi kirayə yaşamağa da davam edə bilərsiniz. Yəni ki, əsas demək istədiyim odur ki, qorxunuz keçib gedəcək. Demodan axtarış yerinə. Neysə. Mən deyir, məni özümü öldürməyimi istəyir. Kim? Gözümə adam görsəndir, məni özümü öldürməyimi istəyir. O adam sənin tanıdığın bir adamdır, yoxsa hər hansı gözvə görünən cin şeytan kimi bir varlıqdır? Mən səhv eləyəcəm deyə qorxuram, özümə güvənmirəm. Güvənə bilmirəm, çox qorxuram. Nədəndir? Çünki səhv elədiyinizə görə uşaqlıqda sizi cəzalandırıblar. Yəni belə yaxşıca əzişdiriblər. Yaxşıca burada dediyim şey əlbəttə ki, normal bir şey deyil. Yəni sizə çox şiddət göstərirlər psixoloji və fiziki olaraq. Ona görə də sizin özünüzə olan güvəninizi sarsıb. Bu baxımdan da sən səhv eləsən, yenidən cəzalanarsan. Qorxusu sənin uşaqlığındakı şuuraltı qorxusu vərdiş olaraq özünü göstərir. Amma ki, o qorxudan sağala bilərsiniz. Nəzərə almalısan ki, sən danışmağı öyrənəndə də cümlələri səhv-süz seçib danışmısan. Şey eləyəndə də, yeriməyə başlayanda da yıxıla dura yeriməyə öyrənmirsən. O baxımdan səhv etmək əslində insanın doğru üsula gedən, doğru belə deyim də, ünvana çatmağına kömək edir. İnsan cildində də deyir, qızım olanda zahidim, onda başladı, sonra getdikcə üstələdi. Ola bilər ki, bədəninizi işğal eləmiş bir ruh olsun ki, o ruh sizin bədəninizdə sizin enerjinizi sərf edir və həmin o ruh əslində özü ölmək istəyir, sizə özünüzü öldürün demək istəyir. Əslində o ruh sizin bədəninizdən çıxmaq istəyir. Sadəcə siz bədəninizdə onu saxlamağa yer vermişsiniz deyə çıxa bilmir o. Ona görə onu xüsusi egzorsiz seansları olur ki, onu sağaldıb çıxartma olur, yəni keçirtmə egzorsiz seansları olub. Böyük səhvlər, yəni ki, əsəbləşib adam öldürərəm deyə qorxular olur.
Səni əsəbləşib adam öldürərəm deyə qorxularının əslində kökü uşaqlıqda valideynləri bir anda əsəbdən öldürməyə düşüncəsinə gəlib çıxmısan deyə qorxu olaraq yaşayırsan və onun doğru olmadığını bilirsən deyə qorxursan. Yəni təbii ki, burada indi qorxmaq həm doğrudur, həm yanlışdır, amma bir tərəfdən baxmalısan ki, sən uşaqlıqda kimi ölməyini arzulayacaq qədər, öldürmək istəyəcək qədər ona qıcıqlanmısan, intiqam hissi var sənin daxilində ki, sənin indi məsəl üçün mən də səni qıcıqlandırsam, mənə də o düşüncəni düşünə bilərsən, amma o demək deyil ki, sən ilk dəfə məni öldürmək istəmirsən. Uşaqlıqda sənin duyğunu veriblər, yəni sənin qarşına çıxan insan, sənin o duyğunu tətikləyən insan olur. Deyir, çox əziyyət çəkirəm. Başa düşdüyüm probleminizdən sağlamağınız mümkündür. Əgər arzu eləsəz, mən də sizə kömək edə bilərəm. Deyir, heç vaxt baş verməmiş bir həyat üçün darıxıram. Bu yas bədəndə ağrılıq kimi qala bilər. Heç vaxt baş verməmiş həyat üçün darıxmağa səbəbi əslində valideynlərin sənin uşaqlıqda müqayisə eləyiblər və sənin özün də o həyat, o müqayisə elədiyi xalqın uşağı kimi olmaq istəyirsən əslində. Arzu elədiyin həyat odur və özünü sübut etməyə çalışırsan. Bu baxımdan da yəni öz olduğun kimi özünü qəbul etsən, öz varoluşunu qəbul edərək həyatına davam edib yaşasan, kimlərin sarısına görə və baş verməmiş deyən bir şey olmur. Sən özün həyatda addım ataraq sən öz uğurlar əldə edərək yeni şeylər baş verdirirsən. Yəni öz reallığınla barışmalısan. Bipolyar ola bilərəmmi? Bipolyar deyil əslində, yəni belə deyim də, psixoloq, psixiatrlar bu dəqiqə sizin probleminizi abartmışlar. Ha, sən bipolyarsan, sən borderlinesan demişlər bəlkə də, amma ki, yox, sadəcə uşaqlıqdakı intiqam hissindən böyümüsən deyilən, intiqamını almaq istəyirsən və həmin o sənin qıcıqlandıran hadisəni yaşayanda həmin o insanı da öldürmək istəyirsən. Ona görə də bu hissi keçirirsən. Narkotik tərkibli dərmanlar atmaqdan çəkim çoxalıb, nə qədər edirəm arıqlaya bilmirəm. O bədənin şeyini pozur da, hormonlarını pozur da, qarimnalini pozur. Ona görə də zaten onlar bütün dərmanların hamısı, bütün psixoaktiv, psixotrop dərmanların hamısı narkotik tərkibli olur. O baxımdan da ki, belə bir, yəni əminliklə deyə bilərəm ki, mən sizin probleminizi dərmansız sağalda bilirəm. Deyir, salam olsun, yəni yeni Naxçıvan uşaqlarından. Salam, xoş gəlmisən. Deyir, qorxular məni deyir qəfil halsızlaşdırır. Keçmişin necə qorxu ilə bədənə qayıda bilər. Qayıda bilər və o vaxt qayıda bilər ki, sən o qorxunu əgər buraxıb sağalmamısansa. Məndən başqa bəyənən yoxdur, niyə bəyənmirsiniz? Neysə, deyəm dəqiqə. Deyir, hər dəfə kimsə məndən asılı olanda mədəm ağrıyır, cavabdehlik deyir, bədənin deyir, niyə üsyanı qaldırır. Kimsə səndən asılı olanda demək, başqasının məsuliyyətini götürmək istəmirsən də, bədənin inkar edir, bədənin daha doğrusu üsyan edir. Ona görə də başqasının məsuliyyətini sən niyə boyuna götürürsən ki? Hər hansısa bir orada bir qarşılığa mənfəətin yoxdursa. Deyir, qorxu videolarına baxıram, videolarına adam öldürən videolarına baxandan sonra da məndə formalaşdı. Əslində baxdığın o qorxu videolarından sonra səndə formalaşmıyor, səndə bastırılmış duyğun üzə çıxıb. Səndə zaten o isteği olub deyə üzə çıxıb. Belə deyim də, mən limondan danışdım, qəşəng limon doğradım, limon suyu sıxdım desəm, bu dəqiqə hamının ağzı turşuyacaq. Yəni sən limon yeməmisənsə, sənin ağzınca turşuya bilər. Bu baxımdan da kəssə sənin baxdığın video sənin əslində bastırılmış duyğu üzə çıxardır. O qədər diqqətlə qulaq asıram, bəyənmək yaddan çıxıb. Quliyev yazıb, salam. Salam. Xoş gəlmisiniz. Yer axır ki 1K elədim. Parmaqlarınız var olsun. Deyir, dodaqlarım tez-tez çatlayır. Yaxınlıqdan məhrum qalmaq bədəndə quruluq yaradar. Ola bilər siz probleminizi daha əvvəl internetdə hansısa bir kitablarda araşdırmısınız deyə yaxınlıqdan məhrum qalmaq olaraq onu düşünürsünüz. Dodaq çatlamağını bəzi insanlar B12 çatışmazlığı kimi də deyirlər. Əgər hormon deyirəm, vitaminləriniz yerindədirsə, dodaq çatlamağı, hər hansı bir şey olmağı ola da bilər. Dediyiniz kimi ola da bilər. Bu baxımdan siz hansı olaraq müşahidə edirsiniz özünüzdən? O kimin yaxınlığından məhrum qalanda özünüzü dəyərsiz hiss edirsinizsə, diqqətdən kənar görülməmiş hiss edirsinizsə, o duyğudan sağalın. Deyir, Sərxan Abdulov yazıb.
Salam doktor, mən neçə ildir yuxusuzluqdan əziyyət çəkirəm, dərman içirəm, amma heç bir xeyri yoxdur. Sənin yuxusuzluqdan əziyyət çəkməyə problemin əslində bir yerdə gecə bastırdığın duyğuların üzə çıxmalı. O deyir, dərdlərdir adama deyir, gecələr gələr. Amma əslində bilirsən niyə görədir? Çünki sən gündüz vaxtı, mən sonra həll edirəm, boş ver deyərək problemi bastırırsan şuurla, şuuraltını bastırırsan, amma gecə vaxtı sənin şuurun yuxuya ehtiyacı olduğuna görə şuuraltının qabağını kəsə bilmirsən. Yəni ki, biz yatanda belə bizim şuuraltımız aktiv olduğuna görə, yəni ən az yorğun olduğumuzda şuuraltımız şuurumuzu daha çox şey eləyir, qabaqlayır və bu baxımdan da sizdə həyəcan, təşviş ya da boğulma, nə bilim, təngə nəfəs qalmaq, hər hansı bir simptomlar olaraq bədəninizdə görünə bilər və yaxud da başınıza tutulma hissi belə hiss edə bilərsiniz ki, yəni təbii ki, bu indi bunların hamısının sizdə olmağı lazımdır, yəni birinin olmağı kifayət olur ki, özünü elə göstərə bilir. İnsan pis hadisədən travma ala bilməz ki, ala bilər. İnsan olsa pis hadisədən alır da travmanı. Amma bir şey də var ki, bir Türkiyədə ailə serialı gedirdi. Orada deyirdi ki, ailə deyir, uşaqlara bütün pis şeylərin yaxşı niyyət adı altında verildiyi yerdir. O baxımdan da, yəni sənə travma verən insanlar sənə onun travma olduğunu demirlər ki, sənin çox istədiyindən eləyirəm deyərək, sənin xeyri olduğunu sənə inandırırlar. Ən az valideynlər narsist, sadist xarakterə sahibdirlərsə. Boğuluram, boğazında nəsə qalır, nə olar? Özünü ifadə edə bilmirsən, özünü ifadə eləməkdən çəkinirsən, çünki illərlə bastırdığın bütün sözlərin, duyğuların boğazına ilişib qalıb. Olmuşdu elə bir adam, birində faranqit yaranmışdı, birində zob xəstəliyi yaranmışdı ki, hamısı illərlə susmaqla irəli gəlirdi. Kredit əldə etmək üçün yazın. Hamı öz reklamını yazırdı, siz də mənə reklam eləyəcəksiniz səhifəmizdə. Deyir, vicdan əzabından necə qurtulmaq olar? Vicdan əzabından qurtulmaq üçün qayıdıb sizə vicdan əzabı sizə kim yüklüyübsə, valideynlərdən onun sizə kim yüklüyübsə, qayıdıb o duyğunu başa düşərək, tam anlayaraq o duyğunu, o günahkarlığı buraxmalısınız. Məsəl üçün, vicdan əzabı dediyiniz şey bizdən nə ola bilir bəzən? Bir xanımda var idi ki, anasına görə özünü günahkar hiss edirdi ki, anam atamla mənə görə dava eləyir. Anam mən atasız böyüməyim deyə məndən atamdan boşanmır deyir, qızına özünü günahkar hiss etdirmişdi. Yəni əslində problem o deyildi. Prosta qız özü ayrılmaqdan qorxurdu ki, boşansam məni heç kim almaz, nə bilim mənə əxlaqsız kimi baxarlar, nə bilim belə eləyərlər, bula gic-gic düşüncələr, Azərbaycan mentallığının gic düşüncələrində deyil, amma o düşüncəni qızına demirdi. Deyirdi ki, mən deyir sənin üzündən ayrılmıram deyərək qızını günahkar hiss etdirirdi və qız da özünü hər dəfə anasının xoşbəxtliyinin qarşısına almış bir varlıq kimi görürdü. Və bu da onun vicdan əzabı olaraq çəkdirirdi ki, biz o qızla işləyərək həmin onun vicdan əzabından xilas elədik. Deyir, az borc verirsiniz. Pis xəbər həyəcan olanda bağırsaqlarımda ağrı olur. Həyəcan, təşviş, stresin zaten ilkin vurduğu orqan mədə və bağırsaqlar olur ki, sizdə də ki, demək göstərdiyi olaraq, simptom olaraq elədim. Məndə alerji olub boğulacam düşüncəsi var yeməkdən böcək ısırmasından. Böcək ısırmasından alerji olmağının səbəbi ola bilər uşaqlıqda sizi hansısa bir, belə deyim də, hər hansı bir həşərat sizin dişləyibmi, yaxud da hansısa bir allergik reaksiya verib, ya da ki, heç bir reaksiya verməyib və sadəcə üstünüzə hər hansı bir həşərat qonub, valideynləriniz çox şiddətən səni dişləyərək səni qorxudublar və yaxud da ki, hər hansısa bir adamın həşəratdan allergiya olduğunu görmürsünüz, yəni sizin özünüzdə mən dəli olaram, qorxunuz ola bilər. Ona görə amma sağla bilən bir şeydir o. Yer bəs mənə necə kömək edə bilərsiniz? Sizə birinci sizin probleminizi daha dərindən dinləmək istəyirəm ki, zaten bütün pasientlərlə biz bunun üçün onlayn formatda fərdi şəkildə diaqnostik konsultasiya keçirilir. 45 dəqiqə 1 saat aralığında keçirilə bilən bir konsultasiyadır ki, pasientlərin qəbul olaraq da demək olar lor dilində problemimizi daha dərindən müşahidə edirik. Kimə kömək edəcəm və bir yaxınlıq, tanışlıq olur və ondan sonra sizə həll yolları təklif edilir. Oğlumu deyir kiçik olanda döymüşəm. Uşaq böyüyüb, amma mən unutmamışam. Əslində uşaq da onu unutmayıb. Sadəcə şuurundan silinib. Şuur altısında hələ də anası tərəfindən döyülməyi var. Amma siz bir yerdə özünüzü günahkar hiss edirsinizsə, demək, siz özünüzlə öz anavıza oxşadığınıza görə özünüzü qınayırsınız və vicdan əzabını ona görə çəkirsiniz. Çünki axı bir yerdə demirsiniz, mən anam kimi ana olmaq istəmirəm, atam kimi ata olmaq istəmirəm və sən qayıdıb onun olduğu kimi valideyn kimi davrananda özünü qınayırsan. Amma halbuki o günahkarlıqdan sağalaraq anavız kimi olmadığınızı şuuraltınıza qəbullandıra bilərsiniz. Nəyinsə fərqində olmamaqdan qorxuram, yəni ki, bilmədiyim hadisə olur, ətrafında mən onu bilmirəm.
Əslində nəyəsə fərqində olmamaqdan qorxmağın səbəbi ya axmaq yerinə qoyulmaqdan, sənin arxanda sui-istifadə eləyərlər deyə qorxursan. Çünki keçən səfərdə səhv eləmirəmsə Directdə yazmışdınız ki, xəyanət olmaq travmanız var idi, səhv eləmirəmsə. Çünki profil olaraq da xatırlayıram. Ola bilər ki, ona görə sizin arxanızda iş çevirərlər deyə qorxursunuz. Nə olsun ay bacı, özümüz az döyülmüşük. Özümüz döyülmüşük, yəni ki, biz də uşaqlarımızı döyməli deyilik ki, bizi zaten döyən valideynlər, zaten özləri də uşaqlıqda valideynləri tərəfindən şiddət görən valideynlər olublar ki, onlar da valideynliyi elə sayırlar. Və hətta mənim gözümün içinə baxa-baxa o sözünü deyib dirəşən bir adam var ki, uşağı döyərək tərbiyə eləyirlər deyir. Niyə? Yəni, niyə sən o qədər bir acizsən ki, uşağı ancaq danışıqla, sözlə başa sala bilmirsən? Yəni, istənilən halda deyir, uşaq ananın sözünə baxmır. Uşaq ananın sözünə bilsən nəyə görə baxmır? Çünki ana özü güvənsizliyidir, uşaq da şüuraltı olaraq ananı adam yerinə saya salmır. Əgər sən özünə güvənsən, qurban proqramından çıxsan, uşaq səndən qorxmur, amma ana olaraq sənə hörmət eləyərək səndən çəkinir. Söhbət ondan gedir. Və o çəkinmə edəsində qorxulu bir şey olaraq, hörmət əlaməti olaraq şeylər təzahür eləyir. Salam, mənim ürəyim tez-tez həyəcan keçirdir, elə bil ürəyim qırılır, nədəndir? Daha əvvəllərdə həyəcanlandığınız və özünüzü idarə edə bilməyəcəyiniz bir qorxu, həyəcan, təşviş keçirmişsiniz deyənə və həmin o hadisə situasiya əsnasında özünüzü idarə edə bilməmisiniz deyənə yenidən həmin o hadisənin təkrarlanmağından qorxursunuz və yaxud da ki, həmin hadisə təkrarlanarkən əvvəlki reaksiyanızı bugünkü gündə də hiss eləyirsiniz. Yəni, həmin o səbəbdən qaynaqlanır. Aylıq nə qədərdir? Directdə siz əlaqə saxlayın, aylıq deyil. Yəni ki, qoşulduğunuz sizə məbləğlər barədə məlumat veriləcək. Yəni, ətraflı geniş məlumat verilir. Oğlum kiçik olanı döymüşəm. Aha, Səidə xanıma o cavablandırdım. Deyir, boğazım qaşınır, tez-tez boğulacam, elə bilirəm, öskürürəm tez-tez. Boğazımı qaşındıran, boğazımı qıcıqlandıran, deyə bilmədiyin sözlər, deyə sözünü desən sənin üstünə qışqırarlar deyə qorxursan. Kəs səsi böyümüsən, qudurmusan, böyüyə cavab qaytarırsan deyərək böyümüş yonsuz da hamımız və bu baxımdan da o sizi qıcıqlandırmış ola bilər. Təşəkkürlər, çox gözəl izah edirsiniz. Dəyməz, mən də sizə təşəkkür edirəm, Səidə xanım. Səhra yazır, salam. Salam, Səhra xanım, xoş gəlmişsiniz. Deyir, ölməkdən qorxuram. Ölüm qorxusu bizə uşaqlıqda yüklənən qorxu olur ki, yəni mən ölümdən qorxaraq öləcəyim günü gecikdirmirəm. Ölümdən qorxsam da bir gün hər bir canlı zaten ölümü dadacaq, qorxmasam da. Sadəcə o qorxunu düşünərək bugünkü günümü, yaşadığım anın əgər dəyərini, həyatını, qədrini bilə bilmirəmsə, həyatımı cəhənnəmə çevirirəmsə, qorxudan da mən qurtulmağın zamanı gəlib. İmtahana deyir, hazırlaşmaq istəmirəm. Ola bilər oxuduğunuz ixtisası sevmədiyiniz bir ixtisası və o diplomu alıb valideynlərinizə vermək istəyirsiniz, yəni valideynlərinizi razı salmaq istəyirsiniz, yəni ona görə oxumağa da həvəsiniz gəlmir. O baxımdan özünüzün sevdiyiniz bir ixtisasla belə deyim də oxumağa başlamağınız daha çox yaxşı olur. Hətta onu bəzi uşaqlar bir kola salır, deyir, diplomumu aldım, qoydum evə, sabahdan oba marketdən marketə deyir, işə başlayacağam. Yəni Azərbaycan o gündə olur ki, valideynlərini diplom verir. Əslində valideynlər özləri diplom ala bilməyiblər, uşaqlarından öz istədikləri peşənin diplom almağını gözləyirlər. Yəni ki, nə dərəcədə normaldır. Əslində normal da deyil, sadəcə indi normal görürlər də indi onu öz ağılları ilə. Deyir, bizdə də ağlımız bizi heç eşitmir, öz dediyini eləyir. Hə, oğlumuz bizi heç eşitmir, öz dediyini eləyir. Əslində oğlunuzun sizə eşitməməyə, əslində öz bildiyini eləməyə, siz onu bir yerdə anlamırsınız ya da o da sizi görməməzlikdən gəlməyə çalışır. Ola bilər ki, belə deyim də, özünüzü qınamağın yeri yoxdur. Çünki istənilən halda sən də ana olmağı ilk dəfə yaşayırsan. Yəni illərlə ölüb doğulub ana olmamısan ki. Yəni bu baxımdan da ana olmağı ilkin təcrübə olaraq yaşadığına görə ola bilər hardasa nəyəsə düzgün etməmisən. Bir yerdə özünü müşahidə edərək, harda nəyə doğru etməmisinizsə, onu müşahidə edərək oğlunuzu hansı istiqamətdə başa düşməmisinizsə, həmin o istiqaməti dəyişdirərək doğru yön verə bilərsiniz. Çünki uşaqlar özlə, mən özüm də uşaqlıqda valideynlərim tərəfindən istədiyim qədər anlaşılmadığımı düşünürdüm də, götürürdüm bıçağı, mebelləri qaşıyıb cızırdım. Onda özümü rahatlamış hiss edirdim və onda niyə görə elədiyimi anlamırdım, amma indi anlayıram niyə görə elədiyimi. Deyir, mən özümdən tez çıxıram, uşaqları eşeği kimi çırpıram, sonra da peşman olub, hönkürtüyü vurub ağlayıram. Çünki özünüz də öz anavıza oxşadığınıza görə özünüzü qınayırsınız. O baxımdan deyirsə, bayaqlar biz uşaqlıqda döyülmüşük, sizi döyən insanları qınamısınız deyini, indi onlara oxşadığınıza görə də özünüzü qınayırsınız. Sadəcə o qınaqdan sağalmalısınız. Ölməkdən qorxmaq məni ölümə tez aparır, hiss edirəm. Baxın, onda yaşamaq istəyirsiniz, o duyğudan qurtulun. Bir də keçmişdə mənə olan haqsızlığı indi unuda bilmirəm. Hər gün ürəyimdə danışıram. Sizə olan haqsızlığı da icazə verən siz özünüz olmuşsunuz ki, belə deyim də,
sən pis adamsansa, mən əgər çox saf bir adamamsa, mənim qəlbimdə pislik yoxsa, sənin pis olduğunu mən hiss edə bilmirəm. Və bu baxımdan sənin özündə də qurban proqramında olmusan və pis insanları ayırd edə bilməmisən. Sadəcə indi elə bir təcrübən var deyənə o şübhə duyğusuna, güvənsizlik duyğusuna yaşayırsan. Və haqsızlıq gördüyün yaşa qayıdaraq, özündən üzr istəyib, özünü bağışlayaraq, o duyğunu buraxaraq artıq həyatına gələn insanların güvənilən insanlar olaraq dəvət edə bilərsən. Yəni ki, həmin o ağrı sağalır. Amma belə deyim də, travma sağalana travmanın sadəcə çapığı qalır. Yəni mən travmamı sağaltmışam, yəni çapığı qalmaq bilirsən necə bir şeydir. Həmin hadisəni xatırlayırsan, sənə uşaqlıqda işgəncə veriblər, haqsızlıq eləyiblər, amma ki artıq səni incitmir. Çünki artıq bilirsən ki, onu eləyən insanlar özləri anormal olublar və travmadan sağalmağın özü sənin həmin o ağrının, yaranın içərisindəki irin, çirki qanı, çirkli qanı təmizləyərək yarağı sağlam şəkildə sarıb-sarmalamaqdır. Və bir yerdən sonra heç ağrıya baxanda da şey hiss eləmirsən. Mənim ahımı çox alıblar, indi də deyir, bir-bir çıxır hamısının qarşısına. Karmalarını yaşayırlar da. Həyatıma gələn hər kəs xəyanət eləyir. Nədəndir? Xəyanət duyğusu var ona görə. Hətta ananın körpəlikdə başqa bir uşağa döş süd verməyə özü belə öz uşağına xəyanət duyğusu olaraq ötürülür. Bu baxımdan da yəni xəyanət duyğusu uşaqlığın ən dərin şüuraltı qatlarından gəlir ki, hər kəsdə o individual olaraq, hər kəsin öz bədən ritmi fərqli olduğuna görə də hər kəsə də individual yanaşaraq o duyğunu təmizləmək olar. Çox sağ olun. Bir sual da verə bilərəm. Buyurun deyir, birini yox, ikisini ver. Onsuz da bu bizim canlı efirimiz sual-cavab formatında keçirilir. Yəni buyurub suallarınızı verə bilərsiniz. Biz də sevə-sevə cavablayaq. Bir ayaqlarım deyir, gecələrdir narahat olur, dayanmaq mümkün olmayıbsa, bədən də gecə yerində dura bilməz. Əslində ola bilər, şüuraltı olaraq bizim zaten bədənimizin göstərdiyi reflekslər şey olur, real həyatda göstərə bilmədiyimiz şey olur. Və yaxud da ki, uyur gəzər dedikləri insanların özləri belə ayıq vaxtı sərbəst davrana bilməyən insanlar belə ola bilərlər ki, gecə ruhları onların bir anda sərbəst yaşamaq istəyir. Xəyanət duyğusunu təmizlədikdə heç kim xəyanət etməyəcək mənə. Bəli, heç kim xəyanət eləməyəcək. Çünki mən əvvəllər itdən qorxanda, küçəyə çıxanda iti üstümə hürürdü. Amma indi itdən qorxmuram da, iti üstümə hürmür də, yanımdan düz keçir. Hətta məhəllədə bir dəfə 4 dənə, 5 dənə harasa bir hürən itlərin qurğundaydım ki, itlər düz yanımda heç bir şey hiss eləmirdim itlərə qarşı. Çünki biz qorxduğumuzu, hər hansı duyğunu, qurban olduğumuzu hiss etdirəndə qarşı tərəf də bizi əzərək bizdən istifadə eləyir. Yəni sən itdən qorxmursansa, heç sən yəni ötəri keçib gedəcək. Yəni bu baxımdan da həyatımıza aldığımız insanlara da o duyğunu verən biz oluruq. Şüuraltı olaraq ötürürük. Yəni heyvanlar bizim duyğularımızı qoxu olaraq hiss eləyə bilirlər, amma ki insanlar şüuraltı olaraq hiss eləyir, amma nə olduğunu şuurlu şəkildə anlamır. Yəni ən azı bir necə deyim, onu anlamaq üçün mütəxəssis də ola bilər, ya da ki tam müşahidəçi bir insan olsa bəlkə onu anlaya bilər. Məsəl üçün narsist insanların həyatında olan insanlar zaten qurban proqramında olan insanlardılar. Uşaqlığında atası tərəfindən nə deyək? Uşaqlığında atası tərəfində sevilməyiblər deyə hər hansısa bir oğlanın kiçik bir sevgi qırıntısına möhtac olaraq həmin o toksik hasta münasibətə bağlanırlar. Yəni ki, demək olmur, elə bir şey olmuşdu ki, buna misal çəkim ki, bir xanım müraciət eləmişdi. Daha doğrusu mən canlıda yazmışdı, yadımdan çıxıb, mən harda yazmışdı, mövzu yadımdadır. Demək deyirdi ki, mən deyir, ərim mənə işgəncə verir, ərimdən ayrılmaq istəyirəm. Özü deyir, getdi ərizə verdi boşanmağa, amma deyir, boşanmadım, deyir, ərizəni geri çəkdi. Deyirəm, məsələn, sən boşanmaq istəyirsən, amma boşanmaqdan qorxursan, hələ də qurban proqramındasan deyənə, ərin zaten sənin boşanmaqdan qorxduğu hiss elədiyinə görə özü bilə-bilə aparıb səni, yəni şey deyir ki, hə, çıx getdi, gedə bilirsən, çıx get, hünərin var, çıx get, onsa məndən asılısan deyərək sənə o mesajı verir. Amma sən o qurban proqramından sağalsan, yəni deyirlər, sonra deyirlər, dəyişilmisən. Əslində o dəyişilmisən sözünün altında yatan cümlə olur ki, artıq mən səndən əvvəlki kimi istifadə edə bilmirəm və onun da dəyişilmisən yerində əsasən insanın qohumları deyirlər ki, qudurmusan, filan kəs qudurub deyirlər. Əgər özümü seçib, özümə dəyər vermək, özümü sevmək, özümü qorumaq, insanlara həddini bildirərək şəxslər həddimi qorumaq, qudurmaqdırsa, əcəb eləmişəm, qudurmuşam. Yəni ki, o baxımdan heç kim narahat olmalı deyil. Deyir, mənim bacım oğlunun deyir, bacım oğlunun çox deyir, indi uşağını desən qışqırır, ağlayır, gecələr yuxudan oyanır, ağlayır. Əslində bacınız oğluna çox ciddi travma verib, o baxımdan da o belə deyim də gecələr onun bədəni üsyan eləmiş ola bilər və yaxud da ki anası ona gecə də şiddət göstərmiş ola bilər. Hə, ola bilər ki, həmin bacınız oğlunu gecə yatızdırarkən uşaq yatmadığına görə də şiddət göstərmiş ola bilər ki, uşaq da qorxusundan diksinib ayılır. Yəni bilmirəm. O faktlar da ola bilər.
Keçən səfər bir xanıma məsləhət verdim, tanış bir adam idi. Deyirdi ki, mən özüm deyir psixoloq kimi şeyəm deyir. Mən özüm deyir uşağıma bilirəm necə demək lazımdır, amma uşağına dediyi şey bilirsən nə idi? Uşağına məktəbdə sinif yoldaşları pornoqrafiya videosu izlətmişdilər. Oradakı oğlanların cinsi orqan ölçüsünü görən uşaq deyirdi, ayda uşaq nə bilim oğlanların nə bilim nə ölçüsü bu boyda idi, belə elə demişdi. Ananın ona verdiyi cavab bilirsiniz nə idi? Onu deyir süni intellektlə deyir böyüdüblər deyir. Yəni anormallığın verdiyi cavabın anormal dərəcəsinə bax. İndi o uşaq özündə sabah cinsi inkişaf edəndə qorxacaq ki, mən bəlkə robotlaşdırıblar. Yəni o anormallığın dərəcəsinə baxın. Yəni ona görə bəzi insanlar bir yerdə nəyi necə elədiklərini anlamırlar. Yəni öz bildiklərini yerə qoymurlar. Və heç vaxt elə insanlara bacınız da olsa, ananız da olsa, kim olursa olsun, onlara yol göstərməyə çalışmayın. Yəni ki, belə deyim də, insanlar cavabını eşitməyə hazır olmadıqları hər bir şey qulaqlarını tıxıyırlar, bağlayırlar. Ona görə öz enerjinizi insanlara sərf eləməyin. Eşitmək istəməyən insanlara sərf eləməyin. Axı məndə xəyanət duyğusu təmizləndikdə qarşı tərəfin qanı xarabdırsa, onu necə yenə də etməyəcək? Həmin o insan zaten sənin yanında olmayacaq. Yəni ki, yəni belə deyim də, o insan sənin həyatına gəlməyəcək. Həmin adam başdan xarabdır. Həmin insan sənə özünü güzgülüyor da. Bizim həyatımızda olan insanlar bizə güzgü tuturlar. Sənə həyatın ən dərin şilləsini vurur. Sən ayılmırsansa daha da dərin şilləyirsən. Həyat zaten bir oyun, bir imtahandır da. Yəni bu baxımdan da yəni sən imtahanı doğru verib, doğru nəticə çıxardıb özünü kamilləşdirirsənsə, artıq o insanlar sənə zərər verə bilmir. New Yorkda bir həbsxanadakı məhbuslara bir küçə, New Yorkun küçə görüntüsünü, kamera görüntüsünü göstərmişdilər. Deyirdilər ki, bu şəhərdə gördüyünüz adamlar milyonlarla adam keçir də, hər gün milyonlarla adam keçir oradan. Deyir ki, bu şəhərdə gördüyünüz adamlardan kimin üstünə hücum eləmək istəyirsiniz? Həmin o məhbusların verdiyi cavab bilirsən kimlər idi? Hamısı belə çiyinləri belə bükülmüş, əlləri cibində, başları belə aşağı olan adamlar idilər ki, onların üstünə hücum eləmək istəyirlər. Çünki insanların zatında bədən dilləri duyğu olaraq onların şüur altısına qurbanam proqramını verirdi. Amma belə dimdik ki, yəni belə gedən enlənmiş olaraq yeriyən adamlara o şeyə hünərləri çatmırdı desə deməyə. Çünki onlar təhlükəyə qarşı özlərini qoruya biləcəyi bir leveldə, dərəcədə idilər. Üzərdir, mən də ərim evdən çıxartdı. Yəqin hiss edirmiş ki, mən desə də getməyəcəm, hə, amma gəldim boşanacam. Əslində hə, doğru başa düşmürsünüz. Sizin də əriniz əslində sizin şüuraltı olaraq qorxunuzu hiss etdiyinə görə deyib, yəni get hara gedirsən get deyir. Yəni gedə biləcəksən, sinirlərin çatırsa get deyir. Amma siz doğrudan da qurban proqramından çıxıb bir gün gedəndən sonra artıq o belə pis çıxmasını it küçüyü kimi sizə yalvaracaq. Deyir, amazing life-dir, axşamınız xeyir. Salam, sizin də axşamınız xeyir olsun. Sivas yazır, salam, xoş yayınlar. Salam, xoş gəlmişsiniz, təşəkkür edirəm. Çünki ümumiyyətlə narsist ərlər, sadist ərlər heç vaxt xanımlarına peşman olmaq rolunu göstərsələr də heç vaxt peşman olmurlar. Sadəcə səni itirmək istəmirlərinə, səndən başqa istifadə edəcək bir adam yoxdur əlində deyinə belə. Yəni zapas təkər kimi bir adam yoxdur əlində. Ona görə sizi təzən əldə saxlamaq istəyirlər. Siz psixoloqsuz. Xeyr, mən psixoloq deyiləm, mən hipnoterapevtəm. Hipnoz mütəxəssisiyəm. Deyir, bəli, deyir, narsistdir. O narsistdirsə, siz özünüzün qurban tərəfiniz boşanmaqdan qorxunuzdur ki, hər hansısa bir qorxunuz varsa, qayıdıb ona baxmalısınız ki, niyə görə qorxursunuz. TikTokda şikayət videoları çəkiləşi bildik də, eyni şey gəlib bura niyə yazırsan, Elə bir mən burada milli məclisdə adam. Bir uşaqlara görə qorxuram. Uşaqlara görə qorxmaq lazım deyil əslində, belə deyək də. Belə çıxardılar. Deyək. Əlim dedi ki, məsələn, dəvət getdi orada üzürlü say, mən də baxıram bu neydi. Aha. Uşaqlara görə qorxmağınızın səbəbi əslində bilirsiniz nədir? Yəni siz əslində uşaqlarınız atasız böyüyər deyə qorxursam, orada atasız böyüməyinizsə, yəni belə deyim, atasız böyüsə bir tərəfdən yaxşıdır ki, əksinə anası elə bir atanı ər kimi qəbul etmədiyini görübsə, uşağın özü də qurban proqramından rahatlıqla çıxa bilər. Yəni ki, bu baxımdan da şeydir. Yəni belə deyək də, uşaqlarınıza doğru istiqamətlə, doğru şeyi başa salsaz, uşaqların özü travma almaz. Yəni əslində qayıdıb baxmalısınız ki, uşaqlarınız zaten bu mövqedə belə atalarından travma alırlar.
Biri ilə deyir əlaqəm var idi, amma dost tanış sevgilinə olduğumuz bəlli deyildi. Arada danışırdıq, amma arada dalaşdıq. Sonra yeni il təbriki gözlədim, olmadı, elə həmin gündə sildim. Hələ də bir xəbər yoxdur. Demək, qarşılıqlı bir münasibət olub da, siz ondan bir qarşılıq sevgi gözləmişsiniz, ona görə də o qarşılığı almayanda ondan incikliyi keçirtmişsiniz. O da onu göstərir ki, siz bir yerdə insanların sevgisindən, belə deyim də, gözləyirsiniz. Bir də qonşu var, çölə çıxanda deyir adama pis baxır, elə bir itdə adamı tutacaq bu dəqiqə. Həmin o qonşu əslində sizin uşaqlığınızda uşaqlıq qorxunuzu sizə xatırladır. Əslində belə deyim də, insanların bəzi əhval-ruhiyyələri bizimlə əlaqəli olmurlar. Sadəcə olaraq bizim özümüzdən tam arxayın əmin olmayanda biz özümüz başlayırıq şübhələnməyə. Deyir, çünki hər zaman deyir, addımı mən atmışam, çox cəhd eləmişəm. Addımı atmağı da, yəni belə deyim də, addımı attığıma görə də bir yerdə sənin qurban tərəfin var ki, özünü sevməyi, sevilməyi gözləyirsən. Keçən səfər bir xanımla konsultasiya eləmişdik. Xanım deyirdi ki, mənim kimi dəyərli xanım, mənim kimi dəyərli xanım elə, mənim kimi dəyərli xanım elə. Mən artıq oradakı qadının öz dəyərsizliyini gördüm ki, qadın dəyərsiz idi konkret. Sadəcə mənə dəyər verin deyərək qarşı tərəfə üsyan edirdi. Yəni bu baxımdan da sizin özünüz davamlı addım atdıqca bir yerdə özünüz belə deyək, sevgi dilənçisinə çevrilirsiniz. Amma sən özünü sevirsənsə, sən özünə dəyər verirsənsə, yəni sənin həyatına zaten sənin özünün belə deyək də sevən insan həyatına gələcək. Özümdə ürək çatışmazlığı deyir, xəstəsiyəm, boşanmışam. Boşansam yaxşı olar əslində. Məncə də bir it tutar deyə qorxuram küçədə. Nə vaxtsa uşaqlığınızda yəqin it sizi qapıb ya da ki, hər hansı qorxu keçirtmişsiniz deyə, sizi itlə qorxudublar, itə nə bilim üstüvə cümlə qıs-qıs edərək sizi qorxudublar deyə, it qorxusu var sizdə. Bayaq ki, yoldaş qarşılıq olmasa davam etməli idim. Qarşılıq olmasa da davam etməli deyildi. Amma ki, indi bir şey var da, zaten o həmin oğlanı sevmirdi axı. Həmin oğlan onu sevsin deyərək ondan sevgi dilənirdi. Söhbət ondan gedir. Bu arada sevgi dilənmək sözünün bəziləri doğru anlamıram, amma ki, orada yəni art niyyət yoxdur. Çünki bir dəfə biri deyirdi ki, mən dilənçiyəm, deyir, sevgi deyir, dilənçi deyir, deyirsiniz mənə. Deyir, düz deyir, deyirsiniz, mən deyir, hər şeyin fərqindəyəm, amma deyir, heç kimə qarşı da deyildim. Sadəcə ona cəhd etdim. Həmin o münasibətdə olduğunuz insan sizə ailə içərisində və yaxud da qohumda tanışda hansı bir kişini xatırladır? Onun kişi olaraq hansı xarakteri bənzədirsiniz? Kimə bənzədirsiniz qohumlardan, tanışlardan? Əksər hallarda xanımlarda elə kişilər atalarına bənzəyir xarakter olaraq. Sənan bəy, bəs mən qurban rolundan çıxanda o deyir sizə gəlib yalvaracaq, amma narsist o insan. Yalvarmayacaq da bir yerdə zaten qurban tərəfi olaraq çıxıb gedəcək. Sizdən əvvəl kimi istifadə eləyə bilməyəcəyinin fərqinə varacaq. Deyir, bəs geri gəlməyinə səbəb nədir? Geri gəlməyinə səbəb odur ki, sizdən başqa bir istifadə edəcək bir insan həyatını ala bilməyib. Yəni, siz əvvəlki əldə elədiyi bir insana qayıtmaq istəyir. Narsistdir, narsistlər uşaq psixologiyasıdır da. Valideynlərinin ayaqlarını deyirlər ki, mənə bu oyuncağı almalısınız. Valideynlərə oyuncaq alır, biraz oynayır, atır qırağa. Amma təzədən həmin o valideynlərə oyuncağı onların əllərindən alanda başlayır oyuncağını dalayacaqlamağa. Söhbət ondan irəli gəlir ki, narsist 4-5 yaşından böyüməmiş bir psixoloji bir yaşdır ki, onların yaşları lap 40 da ola bilər, bioloji olaraq 50 də ola bilər, 30 da ola bilər ki, amma beyinləri 3-4 yaşındadır, 4-5 yaş arasındadır. Əslində bəlkə də deyir, bizdən kiməsə deyir, heç kimə oxşamır deyə cəlb edib. Ola bilər, bəlkə də siz ailənizi tamamilə qəbul eləməmişsiniz deyə fərqli bir insan prioritet axtarışında olmuşsunuz deyə də bir yerdə o deyir, yağışdan çıxdım, yağmura düşdüm misalını yaşamışsınız. O da olar. Həyatımda biri var, onda necə, həyatında biri var, ona da elə olacaq. Əslində, yəni əriniz sizə əgər xəyanət eləyirsə, sizə xəyanət elədiyi qadına da gedib xəyanət eləyəcək. Çünki həmin o kişi özünün nə istədiyini anlamır. Bir qadında nə görmək istədiyini anlamır və digər tərəfdən də ya onun öz atası anasına xəyanət eləyibsə, atasına əgər haqq qazandırıbsa, ya da ki, atasını qınayıbsa, özü də atasını qınadığına görə qayıdıb atası kimi bir valideyn ata olur. Məni qəbul edəcək xanım pis tərəfini qəbul etməlidir. Əslində, gülü sevən tikanına da qatlanmalıdır ki, yəni sən artıq gülü sevəndə gülün tikanı səni əlvə batırsa, həm də əlvə batan tikan səni incitmir. O baxımdan da sən özü olduğun kimi qəbul edirsənsə, pis tərəfim dediyin şeyi pis tərəf kimi görürsənsə, qarşı tərəfdə sənin o pis tərəfi səndə irad tutacaq.
Əgər pis tərəfli olduğun kimi qəbullansan, özü doğru olduğuna, varoluşundan özü qəbullanaraq güvənsən, qarşı tərəf də səni dəyişdirməyə çalışmayacaq. Əgər kimsə məni dəyişdirsə, mən özüm olduğum kimi qəbul etmirəmsə, görünüşümü, xarakterimi, qarşı tərəf də gəlib məni dəyişdirməyə çalışacaq. Və evlənəndən sonra deyirlər, nişanlanmamışdan qabaq, evlənməmişdən qabaq nişanlı olanda dibimdən ayrılmırdın. İndi qudurmusan, dilin çıxıb, üzün belə olub, belə olub. Artıq o deməkdir ki, o onu əldə eləmək istəyənə qədər rol oynayırdı və eyni evin içində olanda eyni rol oynaya bilmir. Deyir, bəli, deyir, eləmişdi xəyanətdə. Demək sizin xəyanət duyğunuz da vardı, ona görə sizə o xəyanəti yaşadıb. Narsist düzəlir Sənan bəy. Narsist əgər özünün narsist olduğunun fərqinə varıb sağalmaq istəyirsə düzəlir, sağalmaq istəmirsə, yəni belə deyim də, yəni uğursuz olacaq. Əksinə sən ondan özünü qurtarmalısan. Çünki narsistlə başa çıxmağın ən 3 yolu var ki, ya dabanına tüpürüb qaçmalısan, ya onun özünə belə deyim də təriflər yağdırmalısan. Əgər bacarırsansa, ya da ki, eləməlisən, ondan betər narsist olmalısan. Əgər o iki variantın özündə bu vaxt enerji və əgər belə deyim də xəyanət kimi görürsənsə, başa sərf eləmək kimi görürsənsə, birinci variantı seçə bilərsən. Dabanına tüpürüb qaçmaq. Niyə boşanmalar çoxalıb indi? İnsan evlənməyə də qorxur. Çünki insanlar özlərini olduğu kimi qəbullanmırlar və bayaq dediyim kimi bir-birlərinə rol oynayırlar. Evlənəndən sonra iç izləri çıxır üzə. Yəni iki xəstə toksik fərdin bir-birini sevdiyini düşünərək ailə qurmağıdır ki, həmin o ağrını sevgi kimi düşünür. Amma halbuki uşaqlıqda həmin o qızın özünün də atasının ona göstərdiyi şiddəti həmin təkrarlayacaq oğlana həyatını alır və onu şiddət göstərəcəyini anlamır. Və həmin o şüuraltı olaraq həmin o duyğunu doğma duyğu kimi hiss edir və o doğma duyğunu mən ruh həkimimi tapmışam deyir. Amma ruh həkimi deyil, o dərd ortağındır. Sənin dərdini təkrarlayacaq, güzgü olacaq bir insandır ki, yəni sənin həyatındakı o doğmalıq hissi sənin travmanı hiss edəsində. Və digər tərəfdən də ki, ailə institutunun zaten bərbad olması durumu bütün dünyada bərbaddır ki, onun da səbəb başlıca olaraq iki xəstə toksik fərdin bir-birini sevdiyini düşünərək ailə qurması olur. Digər tərəfdən də ki, mənfəət evliliyi. Mənfəət evliliyi isə ailə zaten bir yerdən sonra dağılır gedir. Mənfəətlər bitəndən sonra. Sənan bəy, indi məndə xəyanət duyğusu oldu deyə o xəyanət elədi, ya narsisti deyə. O zaten başdan xarabdır, amma o sizin yanınızdadırsa, demək bir yerdə sənin özünlə normal olmayan tərəfin var ki, onu həyatına çəkmirsən. O baxımdan da sən əgər xəyanət duyğusundan sağalıb qurban proqramından çıxsan, o sənin həyatına gəlməyəcək. Birbaşa olaraq hiss edəcək ki, bu mən girən yol deyil. Elə bir şey hiss edəcək. Bu baxımdan da yəni sizin özünüzün zaten ərvi sizə travma verməyib ki, sizdə olan travmanı sizə təkrarlayıb. Yəni sizə birbaşa olaraq göstərmək istəyib ki, bu sənin travmandır. Amma çoxsuna da o qədər travmanı göstərirlər ki, çoxsu travmanı sevgi kimi qəbul edir. Hansı ki, uşaqlıqda atası tərəfindən kəmərlə döyülən qadının özü indi əri tərəfindən döyülür və plus da sinəsinə qədər siqaret basılır, onu sevgi kimi qəbul edir. Yəni həyat ona şilləni vurur, amma o şilləni belə deyim də şillə görəndə o birisi üzünü çevirir. Bu söhbət ondan gedir. Səkinə deyir, axşamın xeyir. Sizin də axşamınız xeyir. Deyir, Uzer deyir, çox sağ olun. Dəyməz. Deyir, əgər bir kişi deyir, günün gec saatlarında evdən acıq verib gedirsə, bir neçə ildən sonra qayıtmaq istəyir. Buna nə ad vermək olar? Çünki bir yerdən sonra özü bayaq dediyim kimi, mən onda efirdəydiniz, yoxsa yox, qayıtmaq istəmir əslində. Yəni sizə sevdiyinə görə qayıtmır. Prosta sizdən başqa istifadə eləyəcək, əlində saxlayacaq. Yəni belə türkü məsələn barmaqda dolayacaq bir insan tapa bilmədiyinə görə təzən qayıtmaq istəyir. Narsist də ona görə. Xəyanət edən insanların xoşbəxt, zəngin olanları da var axı. Yəni xoşbəxt, onlar xoşbəxt deyirlər, sadəcə xəyanət edən insanlar karmalarını yaşayırlar. Əgər belə deyim də, mən əgər elədiyim bir səhvin əgər günahkarlığını hiss eləyirəmsə, mənim şuur altımda ali mənə günahkarlıq olaraq cəza sistemi olaraq xəstəlik yazacaq, bir ağrı yazacaq. Əgər onun fərqində deyiləmsə belə karmamı yaşayacağam, amma niyə görə o başıma daşın düşdüyünü anlamayacağımdan gedir söhbət ki, bəzi insanların başına daş düşür, amma niyə görə düşdüyünü anlamır. Çünki özünə tutmur. Deyir, hə, yəni bizdə nəsə var deyə hələ də insanlar özümüzü çəkirik, yəni insanı biz dəyişmirik. İnsanı yox, biz ancaq özümüzü dəyişirik, bizim ətrafımıza gələn seçənəkləri, o damat adaylarını, gəlin adaylarını, namizədlərini daha doğrusu dəyişə bilərik, seçə bilərik.
Deyir, o çatışmazlıqlar olmasa daha yaxşı insanlar ala bilər həyatımıza. Bəli, doğru başa düşmüsünüz. Deyir, yəqin qoyundular başdan. Əslində elədirlər. Başdan bildirir qoyun gəlib, qoyun gedəcəklər. Zaten bir çox insanlar elədilər ki, bütün dünyada neçə milyonlarla insanlar doğulub, ölüb. Hamısı belə deyim də, ağrılarını görmədən elə qoyun gəlib, qoyun olaraq da ölüblər. Yəni bu biraz tənqidi səslənsə də, gerçək reallıq budur ki, adam sənin üzvə dirəşirkən normalam mən, amma halbuki normaldır. Və əslində travmalı insan əslində bilirsən necə bir insandır? Travmalı insan əslində həmin o toplumdakı seçim olaraq ən normal insan olur, amma öz normallığını sübut eləməkdən yorularaq həmin o anormal insanlara təslim olaraq özünün anormal olduğunu hiss eləyir, özünü bərbad hiss eləyir. Və bu baxımdan da belə deyim də, sən belə deyim də, öz qarpızın yumruğunu inkar eləyir, onu 4 küncə sala bilmərik. O baxımdan da sən özünü 4 küncə salırsansa, bir yerdə özünü belə deyim də, xəyanət eləmiş olacaqsan. Sevmədiyin bir işdə işləyirsənsə, bədənin səndən qisasını alacaq. Hər dəfə özünü yorğun hiss edəcəksən, bədən ağrıların olacaq. Amma sevdiyin bir işdə işləmək sənin özünün həm ruhunu dincəldir, həm də ki, qoyduğun enerjinin maddi qarşılığını zaten alırsan. Söhbət ondan irəli gəlir. Deyir, necə bilmir ki, bu səhv yolda düzəlməlidir. Əslində səhv yolda olduğunu bilir, prosta səhv yolda olduğunu qəbullanmır. Yəni ki, adamlar var ki, mən bu neçə illik həyatımı səhv yaşamışamı, egosu ona qəbullanmağa icazə vermir. Yəni mənim ətrafda tanıdığım qohumlarım, tanışlarım belə, yəni ki, məndən böyük insanlar, 20 yaş, 30 yaş böyük yaşlı insanlar belə olur ki, yəni ailə içərisində heç vaxt məsəl üçün sən hansı peşədə olursansa ol, hansı nədə olursansa ol, səni heç vaxt avtoritet gözündə görə bilmirlər. Yəni ki, sən elə prezident belə olsan, sənin ailə içərisindəki bir insan gəlib deyəcək ki, dünənə qədər mənə araq içirdin, indi qudurmusan, orada oturmusan deyəcək. Və bu baxımdan da egoları icazə vermir sənə təslim olmağa. Ona görə də istəyir bu sənin yaxın adamın olsun, istəyir qıraq adam olursa olsun, ancaq onları öz belə deyim də talilə xəttlərinə buraxmağı bacarmaq lazımdır. Yəni ki, elə insanlar heç vaxt belə deyim də düzəlmirlər. Məsəl üçün, mən o vaxt müəllimimdən soruşmuşdum ki, öz qohumlarımda, tanışlarımda adamlar olurdu ki, baxırdım səhv həyat yaşayırlar və mən ilk vaxtlar hamısına ağıl verməyə çalışırdım. Düzdür, indi onu eləmirəm, əvvəl o səhv eləmişəm. Dəyişdirməyə çalışdım, amma bir söz var, deyir, insanları dəyişdirdim, baxdım dəyişdirəm, mən indi ancaq özümdə dayanmışam, söhbət ondan gedir ki, indi o leveldayam ki, indi hamısına arama məsafə qoymuşam və heç biri mənim maraqlı gəlmir. Və mən özüm bilirəm ki, dəyişmək istəyən insan, mənim öz işığımı görüb aydınlanmaq istəyən insan zaten o işığın altına yığılacaq. Və bu baxımdan da, yəni, səhv yoldadırsa özü bilər. Bizə, məsəl üçün, elə adam olur ki, fala inanır. Mənə deyir ki, fal eləyə, hipnotik fal eləyə bilərsən, deyir. Hipnotik falın da o sözünü ilk dəfə ondan eşitdirdim ki, hipnotik fal nə deməkdir? Yəni, hipnozu fal olaraq başa düşürdü və sizi inandırım ki, həmin o insanların belə sağ gözünə tüpürməklə onu sağalacağını onu inandırsaq da oradan da sağala bilərlər. Yəni, o cür də məntiqləri aşağıdır. Ki, ancaq elə insanlara enerji sərf eləmək yerinə ancaq öz həyatımıza baxmaqdır məsələn. Salam, eksi necə unutdum, sevmirəm, amma düşüncələrdən çıxmır. Siz seanslar keçirsiniz də, hə? Bəli, seanslar keçirirəm. Eksi unutmaq üçün həmin o eksindən asılı olduğun duyğusal boşluğu sağaldaraq həmin o eksi olan toksik bağlılığından xilas ola bilərsən. Deyir, istirahətdə deyir, daha pis oluram. Deyir, iş məni deyir, saxlayırmış kimi dayanmaq niyə təhlükəlidir? İstirahət edəndə pis olmağının səbəbinin özü əslində uşaq vaxtı özünə istirahət verəndə sən çox tənbəlsən deyərək qınanmısan. Sənan bəy, siz də karma deyəndə keçmiş həyat falan onları deyirsiniz. Keçmiş həyat əslində reinkarnasiyadır. Reinkarnasiya olaraq adlandırılır, amma ki karma yox. Bizim müəllimimiz həmişə misal çəkirdi ki, yəni hətta narkobaronların özləri belə xeyirli işlə məşğuldurlar. Yəni xeyirli iş burada dırnaqarası mənasındadır. Dırnaqarası mənası birbaşa mənasındadır. Yəni ki, narkotika ehtiyacı olan insanlar narkotiklə təmin edirlər. Amma gəl görünən ki, narkobaronun öz övladları hansı gündələr, onların özləri narkotikdən əziyyət çəkir, özlərini belə deyim, zəhərləyirlər. Söhbət ondan irəli gəlir ki, sən etdiyin hər bir duyğunun qarşılığını alırsan. Yəni Pareto qanunu işdir. Yəni sən istənilən halda bir işə 100% enerji sərf edirsən, sonra 20% qarşılığını alırsan.
Deyir, bəs sənə qarşı səhv etməyindən qorxmursan? Yox, çünki mənə qarşı səhv eləsə belə, çünki bilirəm ki, o özünə qarşı səhv eləyir. Məsəl üçün, belə deyim də, sən əgər o xəyanət duyğusundan sağalandan sonra belə, lap sənin həyatında sənə xəyanət eləməyə çalışan bir insan gəlirsə belə, məsəl üçün, mən düşünürəm ki, demək, mənim verdiyim sevgi özünü o layiq görmür. Ona görə də öz layiqini axtarmağa çalışır. Yəni, deyir, sən qurbağanı gül bağçasına dəvət edə bilməzsən, o yenə də gedib bir palçığa tullanacaq, söhbət ondan irəli gəlir. İnanırsınız reinkarnasiyaya. Reinkarnasiya, məsəl üçün, İslam dini inkar edir, amma Bhagavad Gita olmalı, səhv eləmirəmsə ki, hindularda var ki, onu qəbul edirlər. Əslində, mən reinkarnasiyanın özünü nəsil yaddaşı olaraq adlandırıram. Məsəl üçün, tutaq ki, sənin özündə hər hansısa bir probleminlə, əgər sən 5 nəsil arxaya qayıdaraq həmin o başqa bir hadisəni görüb danışırsansa, olmuş elə bir şey ki, tamamilə başqa bir hadisə danışırdı ki, həmin adamın özü bunun özü deyildi, amma nəsil karmasını yaşayırdı. Axı mən bilirəm, axı bunun özü o deyil, nəslində olan bir insandır. Bu baxımdan da şeydir. Onu mən bədən yaddaşı olaraq adlandırıram, genetik yaddaş. Salam, kimə pul lazımdırsa təcili yazın, şəxsiyə verək. Neysə. Deyir, daim telefonla deyir, oynayıram, səssizlikdən qaçıram, bədən də hisslərdən qaçmağı öyrənər. Telefonla oynayırsan, səssizlikdən qaçırsan, çünki özü olduğun kimi qəbullanmırsan, özünü tək qalmaqdan ona görə qorxursan, bastırdığın bütün düşüncələr ortaya çıxaraq səni narahat eləyir deyənə, beynini davamlı məşğul tutmağa çalışırsan. Bu baxımdan da keçirdiyiniz yəni bədən hisslərdən qaça bilir. Deyir, pul lazım deyil mənə. Deyir, fırıldaqçılar deyir, insanları o vaxt aldada bilir ki, həmin o insanın özü pulu zəhmətlə yox, belə deyim də, tezliklə əldə eləməyə çalışır. Ona görə kazino oyunlarında və yaxud da hansı şeydə o da tamahkar yalançı aldadır. O misalda o da. Deyir, yəni ekstra tanış biridirsə, istəməsəm də ətrafında olur, tanışların ətrafında olur, hələ qarşısına çıxır. Sən əgər həmin o duyğudan sağalırsansa, artıq o insan sənin daş divar kimi olur, heç bir duyğu sənin üçün əhəmiyyət kəsb eləmir. Yəni, baxırsan, bilirsən, keçmişin bir təcrübəsi kimi qəbul edirsən və artıq ona qarşı hər hansı bir içində duyğusal titreşim, bir depreşim yaranmır. Deyir, çiyinlərim həmişə yuxarıdadır, heç vaxt arxayın olmamışamsa, bədən bunu endirərmi? Bədənin onu endirməyi anlamadım. Bədən dil olaraq duyğuların özünü göstərə bilər də, ancaq sən bəlkə özünü güclü göstərməyə çalışırsan. Onu tam başa düşmədim. Cənab bəy, insan narsistlə münasibətdə özünü çox vaxt günahkar hesab edir, hə? Əslində özünü günahkar hiss eləməyinin səbəbi mən niyə görə öz şəxsiyyətimi alçaldıram deyə olur. O baxımdan orada qayıdıb özünüzü günahkar hiss eləyə bilirsiniz, amma onu da icazə verən sizsiniz. Qayıdıb orada icazə vermirsinizsə, həmin o müqaviləni cırıb tullamalısınız, yəni mental olaraq o duyğudan sağalaraq. Sizə qarşı biri səhv edirsinizsə cəzalandırırsınız. Mənə qarşı səhv eləyirsə, əgər o insan mənim dəyər verdiyim bir insandırsa, hardasa onu bağışlaya bilərəm, amma əgər əhəmiyyət bir kəsb eləməyən bir insansa, onun üstündən keçən yağlı bir xətt çəkə bilərəm ki, heç bir əhəmiyyət kəsb eləməz. O deyir, xoruz yox o deyir, səhər açılmırdı, söhbət ondan gedir. Yox, yəni elə bilir ki, adam səhv özündədir, adamı hipnoz edirlər. Sən özünə güvənmirsən, özündən şübhə eləyirsən, özünü günahkar hiss edirsən deyənə, özündən əmin deyilsən deyənə, o sənə günahı sənin boynuna yıxa bilər. Məsəl üçün, qadından xəyanət edən kişi deyir ki, sən yaxşı arvadlıq edəsəydin mənə, gedib başqa bir qızla gəzməzdin deyir. Yəni, sən əgər özünə güvənsiz bir qadınsansa, artıq o ərvin dediyi, sənə hiss etdirdiyi günahkarlıqda özünü günahkar hiss edirsən. Amma özü arxayınsansa, nə qədər sənə günahkar hiss etdirsə də o sənin beynivə keçmir. Beynivə təsirləmir. Yəni ki, bir yolda söz atır, dava yaradır, necə çıxırsın həmin vəziyyətdən? Mənə söz atıb dava yaratmağa çalışırsa, belə deyim də, mənə əgər söyürsə həmin insan, əgər mən o söyüşü özümə layiq görmürəmsə, mənim bu beynimə girmir. Əgər həmin o söyüşə adam söyürsə, demək həmin adam dəlidir, amma mən də ona qayıdıb reaksiya verirəmsə, demək məndə də bir yerdə problem var. Məsəl üçün, mən həmişə bəyənmədiyim insanların fikri mənim maraqlı gəlmir. Çünki əgər mən, belə deyim də, bəyənmədiyim insan məni hardasa bəyənirsə, mən onda qayıdıb özümə baxıram ki, mənim hansı anormal bir tərəfim var ki, bu onu hiss elədi, məni bəyəndi. Amma halbuki mən onu bəyənmirəm. Və yəni bu bir yerdə özümü müşahidə edərək onu dəyişmək olur. Amma ki, o qədər güclü bir mənalı kəskin eləməməlidir.
Çünki hər bir insan o qədər olur ki, canlı efirlərdə, videonun altında insanlar elə artıq əsli yersiz şeylər yazırlar ki, baxırsan ki, hər kəs öz travmasını yazır. Məsəl üçün, mən bəzən o insanlar həddini aşmadığı müddət ərzində onları blok atmıram. Çünki bilirəm, anti-reklamın özü reklamdır ki, TikTokda canlıda kəşfiyyatımı artırır. Amma digər tərəfdən də baxıramsa ki, hər şey boş-boş danışıram, artıq blok atmağın vaxtı gəlib çatdığını özüm də bilirəm. Yəni ki, bizim müəllimimiz həmişə deyirdi ki, əgər kimin canlısında hater çoxdursa, əgər şey eləyirsə, demək bir yerdə şeydir, öz ağrılarını yazırlar onlar. Sənə baxaraq öz ağrılarını danışırlar. Yəni məsəl üçün mən hər hansısa bir arxayınlıqla və yaxud da hər hansısa bir şey eləyirəmsə, uğur əldə eləmişəmsə, əgər məni qıcıqlandırmağa çalışırsa, əslində onun müharibəsi özünə qarşıdır, onun nifrəti özünədir ki, yəni mənim əldə etdiyim uğuru özünü görmür, özünə güvənmir, özünü yetərsiz hiss edir, özünün nələr bacaracağına qadir olduğunu anlamır deyənə, öz boşluğunun məndə dolu olduğu tərəfini görür deyənə, özünə olan nifrəti mənə qusur. Yəni mənim zəif olduğumu mənə sən xatırladırsan tipində. Ona görə də elə insanlara çox da əhəmiyyət vermək lazım deyil. Deyir, özümü sübut eləyəndən sonra xəstələnirəm, rahatlama deyir, niyə bədəndə çökmə yaradır? Rahatlama bədəndə çökmə yaratmamalıdır. Amma sən bəlkə özünü sübut eləyəndə özünü əzik hiss eləyirsənsə və yaxud da qarşılığını almırsansa, ola bilər. Yaranmış ola bilər. Bəlkə sən özünü sübut eləyərək onun qarşılığını almaq istəyirsən. Necə yəni, biri sənə söylüsün, sən sakit dursun, hər kəsə baxıb gözün ki, bu bir cavab verə bilmədi. Onun da zaten istədiyi yolda səni özündən çıxartmaq. Zaten məni özündən üstün gördüyünə görə məni öz səviyyəsindən çəkməyə çalışır. Söhbət ondan irəli gəlir. Yəni ki, şəxsiyyətsiz bir insanın sənə söylediyi söyüş sənə nəyə görə təsir eləməlidir ki, söhbət ondan irəli gəlir. Əgər vaxtın varsa, enerji sərf eləməyi özünə problem kimi görmürsən, sən də onu davam edir, onu şey eləyə bilərsən. Əgər ki, deyirsən ki, mən bunda nəyə görə şey eləyim, vaxt ayırım şey eləyim, onu artıq boş verirsən. Valideyn söyüşü belə söyüsə, bəyəm sən valideynini tanımırsan ki, onun söyüşü sənə belə deyində oturur. Mən özümü tanıyıram, öz valideynlərimi tanıyıramsa, o nə qədər danışırsa danışsın, mənim beynimə girmir. O qədər yersiz yazanlar olur ki, biri yazıb ki, heç evindən xəbəri yoxdur, gəlib oturub burada danışır. Demək, həmin adamın özünün evindən başını götürüb qaçmaq istəyirdi, elə bilir mən də eləyəm. Yəni, söhbət ondan irəli gəlir. Yəni, hər bir insan öz ağrısını görür. Bir yerdə, sənə o qəribə gələ bilər, amma mən artıq o level'a gəlib çıxmışam deyib, o insanların ancaq ağrılarını görə bilirəm. Çünki bildiyin həmin o insanların özləri uşaq kimi dirəşib dava edirlər. Baxırsan ki, 50 yaş var, 40 yaş var, 30 yaş var, yekə kişidə, iki arvadda durub uşaq kimi dirəşib dava edir. Və mən zaten bilirəm ki, o böyümür belə də. Uşaqlığında eləmək istədiyi şeyi hünərə çatmayıb eləməyə və ona görə böyüklük vaxtında o duyğusunu yaşayaraq özünü rahatlatmaq istəyir. Yəni ki, mən onun qurbanı olmaq istəmirəm, ona enerji sərf eləmək istəmirəmsə, qapı orada da çıxıb gedə bilər. Yəni, o fərqi yoxdur, istəyir tanıdığım adam olsun, istəyir qohumum olsun, istəyir nə olursa olsun. Yəni, heç bir halda ona kommentariya verməyə məcbur deyilik. Yəni ki, sən özündən əminsənsə, özünə güvənirsənsə, niyə ona ehtiyac duymalısan ki? Məsəl üçün, mən sənə deyirsəm, sənin saçların yamyaşıl saçların var. Deyəcəksən ki, başdan xarabsan, mənim saçlarım yaşıl deyil, məsəl üçün qaradır. Demək, sən özündən əminsən saçların qara olduğuna görə ki, ona görə mənim sözümü qıcıqlanmırsan, mənə anormal kimi baxırsan. Amma mən səni söysəm, demək bir yerdə səni tənqid qıcıqlandırır ki, sənin uşaqlıqda səni onu eləyiblər deyənə, özgüvənini sarsıblar deyənə və yaxud da ki, Azərbaycanda o mentallıq şey var axı, yəni yaxşı kişi nə bilim şey eləməz, belə eləməz tipində özünü sübut eləməyə ehtiyacın varsa, həm bir yerdə özünü sübut eləməyə görə cavab versən və səni inandırım ki, bəzi adamlar, bəzi oğlanlar onun özünə və yaxud da ailəsinə atılmış sözü doğrudan cavab verməyə görə yox, cəmiyyətdə özünü kişi kimi sübut eləməyə görə dava eləyirlər. Söhbət ondan irəli gəlir. Mən bir dəfə demişdim ki, şeydir, məsəl üçün, mən onsuz həmişə deyirəm, gecə rahatlıqla telefonu söndürə bilərəm, şey deyə bilərəm, səssizə də ala bilərəm ki, yəni, mən yanğın söndürən deyiləmsə, nə bilim, polis deyiləmsə, dövlət işində işləmirəmsə, skor pomoş, yəni təcili yardım deyiləmsə, məni heç kim gecə vaxtı yatanda narahat edə bilməz. Lap kimsə ölübsə belə, kimsə başına pis bir şey gəlibsə belə, mən gecə ilə öləni dirildə bilmərəm, heç bir şey eləyə bilmərəm. Yəni, ən azından başına pis bir şey gələn adam mən yox, polisi də təcili yardım yığa bilər. Mən bunu demişdim, biri mənə demişdi ki, deyir, tanış adam deyirdi ki, yaxşı, bəs sənin dostun sənin gecə vaxtı yıxırsa, sən onun nə bilim yanına getmirsənsə, baxmırsan, demək sən onun yaxşı dost deyilsən. Yəni, burada artıq onun travmasını, onun o sözünə mən onun travmasını görürəm ki, demək sən özün yaxşı dost kimi görünməkdən ötürü gecə dostluğun zəngi açıb onun yanına gedirsən. Baxırsan ki, dostun səndən siqaret istəyir gecə vaxtı. Yəni, onun hər hansı bir şey eləməyinə mən qarşı şey eləyəm ki, və vursa üçün, Səmaya burada öz adını mənə yazır.
Mən ona niyə qıcıqlanmalıyam ki? Əksinə burada o mənə tez-tez dabadal bu mesajları yazmaqdan mənim keşfiyyatımı artırır. Mən də onu blok atacağam, orada mənim bloklu qoyun sürümün yanına gedəcək. Söhbət ondan irəli gəlir. Bax görsən ağrısını deyən kimi yazısı dayandı, gördünüz onu? Bayaqdan dabadal yazırdı. O adını ağrısını deyən kimi o yazısı dayandı. Söhbət ondan irəli gəlir. Yəni özgüvənimi necə artırım? Özgüvəninizi artırmaqdan ötürü siz özgüvənsiz eləyən proqramlardan sağalmalısınız ki, uşaqlığınızda hansısa bir yerdə özünüzə olan güvəninizi kim sarsıbsa, həmin o duyğulardan qurtularaq özgüvəninizi bərpa eləyə bilərsiniz. Yəni istənilən halda bir mütəxəssis yardım almalısınız. Deyir axı deyirlər mərdiməzardan qaçmaq olmur. Sənə kim deyir ki, mərdiməzardan qaçırsan? Mən onsuz da bilirəm kimə harda necə yaxınlaşmaq lazımdır, kimə harda necə vurmaq lazımdır. Yəni çox deyir tükümdə deyir tərpənmir o hərfədə. Amma hə, əsəbləşəndə yalanın özümdən çıxmış, əsəbləşmiş kimi göstərə də bilirəm. Yəni sən kimsən ki, məni əsəbləşdirsən? Yəni həmin adam bəlkə məni o anda şey kimi görə də bilər, psikopat kimi də görə bilər ki, ayda belə əsəbləşdi, özündən çıxdı. Yəni baxırsan ki, adam səndən zəli kimi yapışıb səni çəkmirsə, onun səndən gözlədiyi şey səni əsəbləşməyinsə, bir yerdə onu əsəbləşib yola verə bilərsən. Getsin. Deyir, mərdiməzardan necə qaçaq bəs? Dedim, bax, mərdiməzardan qaçmaq yox, sadəcə sən vəziyyəti idarə eləməyə başladıqca mərdiməzar belə sənə ilişmir. Bayaq dedim, itdən qorxmursansa, heç sənin üstünə çox yürümür. O da bir yerdə onu göstərir ki, həmin adam, belə deyim, mən həmin adama acıyan, giciyən kimi baxıram ki, yəni bildiyim boş adamdır. Yəni, o gör bir adam nə qədər anormaldır ki, oturub mənə burada, məsəl üçün, barmaq eləyir. Məsələn, efirdə də, girib orada ya da gic yazır orada. Yəni, adamın anormallıq dərəcəsinə bax. Gedib araşdırsan, bəlkə də bayıra çıxmağa atası ona icazə vermir, anasının atasından dava edib, evindən dava edib, qaçıb deyənə, hirsini ara tökəcəyini bilmir. O baxımdan da mən onun zibil qutusu olmağı niyə seçməliyəm ki? Söhbət ondan irəli gəlir. Və dərinə də qalsa, onun zaten fake hesab da olsa, kim də olursa olsun, fərqi yoxdur kimlə olursa olsun. Onun fake hesab olmağını, onun yaşadığı yeri, adını, soyadını tapmaq 2-2-dir. Və hə, indi elə bir dövrdə yaşayırıq ki, mən bu dəqiqə onu məhkəməyə verib, mənəvi təzminat davası aça bilərəm ki, mən burada şəxsiyyət mal çaldır. Məni tanıyıb tanımadan mənə burada nə deyir. Amma ki, nə lazımdır bu dəqiqə ona? Deyir səmaya kimilər. Əslində baxırsan ki, fake hesab da normaldır. Normal adam deyil. Yəni məndən burada normal yazırlarsa, mən burada öz danışığımdan arxayınamsa, mənə onu niyə eləməlidir ki? Yəni demək ki, bir adam normal deyildi, onu orada eləyir. Demək bir yerdə mənim, belə də bir şey var ki, mənim danışdığım mövzuya oturur, diqqətlə qulaq asır. O deyir sizə sağalmaq istəməyən adamlara bəs biz nə edəyik? Sağalmaq istəməyən adamdır. Mənə baxanda həmin ağrısını görür və başlayır həmin o nifrəti mənə qusmağa. İnkar edir, söhbət ondan irəli gəlir. Məmsiz idiniz, yoxsa başqası soruşmuşdu ki, biri deyir, sağalmaq istəmirsiniz, nə etmək olar? O sağalmaq istəməyən insanlar o bir anda qıcığını qusurlar. O baxımdan da yəni şey eləmək lazımdır. O elə vaxt olub ki, minni bilə-bilə, əsəbi oynayaraq, bilərək bir sənə eləmişəm, bildiyin daha qırıb dağıtmışam hər yeri ki, göyəndə əsəbləşmişəm məndən, əsəbləşdiriblər mənə kimi. Həmin adam o anda məndən əl çəkib. Baxırsan ki, bir adam sırtıqdır, zəli kimi yapışır. Niyə görə onu eləyirsən? Çünki baxırsan ki, sən həmin adama qarşı sərhəd də qoyursan, həmin adama üz vermirsən, üzünə gülmürsən, agresiya ilə baxırsan. Yəni də adam səndən əl çəkmir də, baxırsan ki, konkret həmin adam sırtıqdır. Həmin adam qohum ola bilər, ailə içərisi ola bilər, tanış ola bilər, sinif yoldaşı ola bilər, iş yoldaşı ola bilər ki, bu hər yerdə var bunlar. Amma ki, bir yerdə artıq sən o səsivi qaldırandan sonra artıq elə bir ki, o şey eləyir, zəlzələ verir, titrəyir. Çünki uşaqlıqda deyirəm, məsəl üçün, uşağı döyərək tərbiyə eləyirlər. Əmin ol ki, həmin adamı da döyərək tərbiyə eləmək lazımdır. Doğrudan deyirəm, həmin adam əgər sağalmaq istəmirsə, onu döyərək ancaq həmin o vəziyyətdən anlayaraq çıxa bilir. Yəni ki, onu normal sözlə başa sala bilmirlər və bunun şuuraltı qavramaq dili döyülməklə olur. Və o baxımdan ona bir dənə xətkeş vurursan, bir dənə qapaz vurursan başdan, deyir, mən sənə təslim oldum deyərək başlayır şey eləməyə, sənin o quluva çevrilməyə. O deyir, bastı, kəsir, basıldı, yalvarır. O deyir, birinci vuran deyir, qalib gəlir. Məsələ ondan irəli gəlir. Deyir, avtobusda girəndə baxırlar ki, kimdir bu it kimi tutmaq istəyirlər. Avtobusda girəndə kimdir o it kimi, nə deməkdir ki o? Yəni sizə deyirlər ya necə? Məsəl üçün, mən bir dəfə avtobusa minmişdim. Gedib 166 kargodan, Trendyoldan bir şey sifariş vermişdim. Çox böyük bir bağlama idi da. Demək oturmuşdum orada. O anda yəni atam da gəlsə, anam da gəlsə ayağa durmazdım. Yəni elə bir yorğun idim orada ki. Demək bir qadın gəldi. O 50-60 yaşındakı qadınların biraz o şeyləri olur axı, özlərini dünya şey eləyirlər. Yəni ki, bunlar dünya bombasıdırlar kimi aparmaqları, yəni özgüvənsiz eqolarını göstərirlər. Və elə bir qadın idi. Gəldi, mənə diqqətlə baxır. Mən də heç bilməni vermirəm buna. Sən mənim durmağımı gözləyirmiş.
Deyir, niyə durmursan ayağa? Deyirəm, görmürsən, mənim deyirəm 5 var. Bu boyda 5 deyir, onu qoy da yerə. Deyirəm, mən də onu yerə qoymalıyım. İçində axı şey var axı onun. Sonra bir qız durdu ayağa. Ölmüşdü qiymətlədi. Qıza düşəndə belə heç kim durmadı o ayağa. Halal olsun sənə. Öz-özümə dedim ki, ayda kaş mən də birinci yerə çıxardım, medal taxardım mənim boynumdan. Yəni onun halal olsun sənə sözünü eşidəndə o qızın üzü başladı gülümsəməyə. Yəni gör o qız necə qulub psixologiyasındadır ki, o qıza xoş gəldi onunla halal olsun sənə deməyi. Yəni o kimdir ki, mənə onun halal olsun deməyi mənə lazım olsun. Söhbət ondan irəli gəlir. Deyir, bəli, çox sıxlıq olur. Sənan bəy girəndə az qala adamı öldürürlər. Belə çox üzr istəyirəm. Mənə o qədər sıxlıq yaranır ki, orada avtobusa minən hamilə düşür orada. Yəni o baxımdan da belə iyrənc şeylər yaranır. O avtobusun içərisində keçən Rexonu reklam eləmək olar. Bir insan psixologiyasını öyrənmək üçün kitab məsləhəti görərdiniz. Mənim hal-hazırda oxuduğum bir dənə bədənli kitabı var. Mən onu oxuyub qurtarmışdım. Prosta ki, təzədən yenə oxumaq istəyirəm deyə oxurum. Yəni əgər oxumaq istəyirsən oxuya bilərsiniz. Və yaxud da ki, insan psixologiyasını öyrənməkdən çox siz özünüzü öyrənməyə başlamalısınız. Ona görə şəxsi inkişaf kitablarından başlaya bilərsiniz. Çünki ağır kitablar biraz sizin belə deyim də sırf reallıqdan qoparda bilər. Deyir, durmaq məcburiyyətinə deyil. Heç kəs bunu yaşlı nəsil kafalarına soxmurlar. Hə, istənən aldım, əgər 60 qəpik verirəmsə, niyə görə durmalıyam? Və inandırım ki, Türkiyədə doğrudan da, Türkiyədə də bir qanun var ki, mən pul vermişəmsə, niyə ayağa durmalıyam? Yəni, əslində o qaydanı bir tərəfdən çox sevirəm. Hə, mənim də məsəl üçün elə bir şeyim var ki, əgər o insan doğrudan da görmüşəm yorğundur, əgər mən az yorğunamsa, içindən gəlib su adam üstə ayağa durmuşam, amma elə adam olub ki, onun üstə ayağa durmaq istəməmişim. Düz, yəni avtobusla, metrodan çox istifadə eləmirəm, amma ki, yenə də baxma da, adamın orada üzlər görür, hər üzlə rastlaşırsın orada, hər belə deyim, yerindən duran olur orada. Deyir, ponçik insan çıxanda qarşıma dişləmək istəyirəm, əsəbləşdirim, nədən olur? Əslində bir yerdə o sizin yanlış yüklənmiş sevgi dilidir əslində. Bir yerdə bir insanın əsəbləşdiyini görmək, həmin o insanın sizə qarşı verdiyi diqqəti göstərir ki, artıq sən bir insana təsir edə bildiyini göstərirsən. Yəni bir insana dərindən təsir edə bildin deyənə. O baxımdan da bəzilərinin ola bilər ki, sevgi dili biraz fərqli ola bilər. Bir ana tanıyıram ki, uşağına götürür şillə vurur, belə çox istəyirəm deyir, mən səni deyir. Başda şillə vurur deyir, eşək oğlu, eşək mən səni çox istəyirəm. Yəni baxırsan ki, qadın normaldır, bu qadının sevməyi dili odur. Düzdür, indi o uşağın özü üstündə gələcəkdə travmadır ki, onu o şiddəti göstərən bir oğlanla demək, qızla sevgili olacaq. Bəlkə də həmin o deyir, mən nə bilim şeylə, çox söz deyir, şey deyirlər, şiddətli dərəcədə cinsi fantaziyalar bəyənirlər. Bəlkə də bir çox insanların uşaqlığı da elə böyüyüb ki, ancaq onda özlərini sevildiklərini hiss edirlər. Aha. Deyir, əllərim bəzən mənim deyilmiş kimi hiss olunur. Nəzarət etdirməmək üçün bədən hissi də sönə bilər. Əllərin bəzən sənin deyilmiş kimi hiss olunmağının səbəbi şeydir, reinkarnasiya neydi? Dissosiasiyadır. Yəni həmin o vaxtda sən şey keçirirsən. Həmin o reallığı qəbul oluna bilmirsən deyə beyin səni həmin o reallıqdan xaric bir yerə göndərir. O hiss egodan irəli gəlir. O hiss egodan irəli gəlmir əslində. Doğru aşılanmayan sevgi dilindən irəli gəlir. Yəni mən niyə görə məsələn bayaq xanımdan danışdım. Ər onun sinəsinə siqaret basırdı və ərinin onun döşünə sinəsinə siqaret basmağına onu sevdiyini düşünür. Yəni o sağlam sevgi deyil ki, o ego deyil ki. Yanlış yüklənmiş bir travmadır ki, xanımın uşaqlıqda atası kəmərlə döyüb, qızına deyib ki, ata səni sevdiyinə görə döyüb. Ona görə o ego deyil, travmadır. Sadəcə indi bir şey də var ki, sən gedib ona travma kimi onu damğalamağa da ixtiyarın yoxdur. Yəni adam əgər keçəldirsə və keçəl olduğuna görə özünü Soner Sarıkabadayına bənzədərək özünü cool sayırsa, mən belə bomba yeməlayam deyirsə, onu problem kimi damğalamaq olmaz. Adam saç əkdirmək istəmir, nə olar? O şeydə paltar reklamları paylaşırlar, internetdə gedir, göz cəmaatın yolda paltarını cırır, gəlir qapını döyür orada, deyir ki, reklam eləyirlər, göz cəmaat paltar almaq üçün deyir, şey eləyir, yalvarır, tükandan elə bir şey yaranır onda da. Salam canım, məncə xoş gördüm. Salam, yaxşıyam, yaxşı olasınız, xoş gəlmişsiniz. Sizin də axşamınız xeyir olsun. Salamlar, salam, xoş gəlmişsiniz, axşamınız xeyir. Deyir, ağrı hiss etmədiyim anlar olur. Bu deyir güclülükdür, yoxsa donma.
güclülük deyil, özünü güclü göstərməyə çalışırsan deyə ağrığı dondurursan. Sizin də axşamınız xeyir olsun. Toxunulanda diksinirəm, amma səbəb tapa bilmirəm. Bədən xatırlayıb ağıl unutmuş ola bilər. Toxunulanda diksinməyimin səbəbi uşaqlıqda təcavüz travması yaşamısınız ya da ki, istənilən halda sizi ani qəfildən döyüblər, şiddət göstəriblər və bu baxımdan da qəfil baş verən təhlükəyə qarşı özünüzü hazırlıqsız hiss edəndə qorxu, həyəcan keçirirsiniz. Gündə bir fikrə qulluq edirəm, bezdim bu haldan. İndi ikisindən birini seçməlisən də, yəni 1.55 qarpız tutmaq olmur axı. Yəni ki, hansı fikir və daha çox doğru olduğunu düşünürsənsə və doğruya yönələ bilmirsənsə, bir mütəxəssis yardım olaraq sağalmalısan ki, sən niyə görə verdiyin qərarın doğru olmadığını düşünərək gündə bir fikrə düşürsən. Deyir, sevinç gələndə dərhal yorğunluq düşür, hisslərin dalğası bədəni qorxuda bilər. Sevinç gələndə yorğunluq düşməyinin səbəbi əslində sevgili çağırmaq lazımdır. Zarafat bir yana, özünə dəyər vermirsən, özünü sevmirsən deyənə sevgini qəbul edə bilmirsən və səni ona görə inandıra bilərəm ki, bəzi insanlar xoşbəxt olmaq istəyirəm deyirlər, amma xoşbəxt olanda, xoşbəxt olduğu anda necə rəftar eləmək lazımdır bilmirlər. Yəni maşını var, sürə bilmirdən gedir söhbət və bu baxımdan da cəmiyyətin zaten o baxımdan xoşbəxt olmaq istəyirlər, amma necə idarə edəcəklərini bilmirlər. Məsəl üçün bizim torpaqlarımız Qarabağda, torpaqlarımız işğaldan azad olunandan sonra hamı sevinirdi, amma sevincin altında belə bir kədər yatırdı ki, sevinməyi belə tam bacarmırdılar. O qədər bədbəxtliyə yüklənirlər ki, sevinməyi belə tam olaraq şey eləyə bilmirlər, yaşaya bilmirlər. Söhbət ondan irəli gəlir. Deyir, bəzən ac olduğumu hiss etmirəm, öz ehtiyaclarımı görməmək ola bilər o. Bilmirəm, ola bilər. Bəs hər hansısa bir fikrin doğru olmağın daxilimdən yoxsa beynimdən, hər hansısa bir fikrin doğru olmadığını düşünməyimin səbəbi sənin özgüvənsizliyindir. Doğru olmayacaq, səhv eləyəcəksən, bundan sonra səhv eləməyəcəksən. Yəni palçığı yıxılmısansa həmin o yoldan daha getməyəcəksən. 49 alıb salam. Salam. Deyir, Salam bəy, spiritualizmdə xəritənin mənfi olması var. Mənfi olanda xasiyyət mənfi olur. Bəs yəni insan spiritualizmdəki xəritə, əgər numerologiyanı deyirsinizsə, əgər onu nəzərə alırsınızsa, mən ona çox belə deyim də, şey eləmirəm, məna yükləmirəm. Yəni mənim hər hansı bir doğum xəritəm, doğulduğum tarixin rəqəmi və ya bürcümün xarakteri mənim ömrümün sonuna qədərki taleyimi bəlli eləyə bilməz. Yəni ki, ən basitindən necəm, Qoç bürcü üçün yazıb, Qoç bürcü hər şeyi nə deyir, mən bilirəm hallarında olur. Amma halbuki mən hər şeyi mən bilirəm kimi göstərməyin öz bilirsən nədir? Axmaq kimi görünməkdən qorxmaqdır. Yəni mən axmaq kimi görünməkdən qorxduğuma görə mən bilirəm deyirəm və mən bilirəm dediyimə görə də verməli olduğum sualı vermirəm, içində saxlayıram və qarşı tərəfin nə dediyini də anlamıram. Və doğrudan da onda deyirəm ki, ayda nə oldu, bəs bilirdin? Nə oldu, bəs başlayırsan sonra pərt olmağa. Yəni onu mən stabil xarakteri kimi görə bilmirəm. Ancaq ki, belə görə bilirəm ki, insanların bütün anormal psixoloji vəziyyətlərini bürc adı altında insanlara yeridirlər. Əvvəllər bürcü inkar edirlər, heç kim bürcə inanmır, indi hamı bürcə inanır. İndi psixologiyanı inkar edirlər. Amma indi psixologiyada axırda inanacaqlar. Yəni ənənəvi tibbin özü belə, yəni şamanların ruhu müalicə eləməyinə təslim olublar. O bir söz var, deyir, sağlam bədənin sağlam ruhu olar. O söz əslində tərzinədir, sağlam ruhun sağlam bədəni olar. Yəni sən özünü gözəl görmürsənsə, gedib estetik əməliyyat edirsənsə, ruhun demək bir yerdə öz üzündə qüsur axtarır. Bəlkə də gözəl görsək xanımda, ancaq uşaqlıqda ona göz dəyməsin deyə meymuna oxşuyur qızı, meymun qızım deyiblər deyə gedir estetik eləyir. O travması sağalsa, heç onun estetik eləməyinə ehtiyacı qalmaz. Emilia deyir, salam. Valideynlərim ilə ünsiyyət qura bilmirəm. Onlar sanki məni yox kimi sayırlar. Nədən ola bilər? Salam Emilia. Valideynlərin çünki özləri də uşaqlıqlarını yox kimi sayılıblar. Uşaqlıqlarında şəxsiyyət kimi görülüb seçilməyiblər. Ona görə də öz gördüklərini sənə təkrarlayırlar. Yəni elə valideynlərin özləri əgər məcbur evləndiriliblərsə, uşaqların öz verdikləri qərarla evlənməklərinə belə qarşı olurlar. O baxımdan da valideynlərin özlərini anlamırlar, özlərinə dəyər vermirlər, öz bişirdikləri yeməkləri də bəyənmirlər, öz doğduqları uşağı da sevə bilmirlər. Misafirdə yer var. Yox, misafir üçün qoşmaq istəmirəm. Deyir, insan xəyanət edir. Hələ şey inanırsınız. Anlamadım. İnsan xəyanət edir, hələ şey inanırsınız. Nə deməkdir? Mənim də sualımı oxuyardınız da, oxudum. Bəli, çox axmaq şeylərlə insan zəhər edirlər. Hər dəfə söz verirəm özümə. Yenə əksi olur.
Niyə görə ümumiyyətlə insanlar məni yox sayarlar, xüsusilə sevdiyim? Çünki sən sevdiyin insanlardan görünməz rol oynayırsan və ona görə də bütün mən görünməzəm rolunda olduğuna görə insanlar da səni görmür. Özünü görməyə başlasan hamı səni görəcək və səni heç kim görmürdüyünü insanlar sənə baxanda özünü dəyərli hiss edirsən. O baxımdan normal bir şey deyil də. Yəni belə bir şey deyim, canlı yayında deyə 9 nəfər varsa, mən özümü nəyə görə dəyərsiz hiss eləməliyəm ki, halbuki ora pul da vurub 500 nəfər də yığa bilərəm ora. Amma məni 500 nəfər anlamırsa, nə edirəm ora boş-boş onları yığıb? Söhbət ondan irəli gəlir. Deyirəm mənim valideynlərim kimi. Deyirəm başa düşdüm. Psixoloji problem hamıda var, utanmalı bir şey yoxdur məncə. Sonra bir resetting sistemi haqqında məlumatınız var. Resetting sistemi siz nə edirsiniz? Ola bilər həmin o şeyin resetting sisteminin əlamətlərini bilirəm, amma ki, terimin adını bilmirəm. Bəlkə keçən səfər bir konversiyon pozuntu haqqında bir şey soruşmuşdu məndən. Konversiyon pozuntunun əlamətlərini bilirmişəm, amma termin olaraq onun adını bilmirdim nə olduğunu. Demək, konversiyon pozuntu şeymiş, insanın bastırdığı duyğulara görə onun bədəninin ağrımağıymış. Bir də girib orada, bir psixoloq girib orada konversiyon pozuntunun kitab dilində cümləsini yazmır, amma halbuki mən onu ChatGPT-yə yazdım, baxdım sonra həmin o şeyi yazdı ki, insanın ağrılarının bastırdığı duyğuların bədən ağrılarına çevrilməyi. Yəni həmin o pasiyentin nəyinə lazımdır? Onun kitab dilində nə bilim nəyin şeyi. Ona əlamətləri lazımdır. Yəni əlamətlərin səndə budur. Yəni birbaşa olaraq əlamətlərini dəyişmək olar. Həkimlər bizdən nəyi gizlədirlər sizcə? Həkimlər ruhla bədəni ayrılırlar əslində, amma ki, düzdür, bir çox ənənəvi tibbin özü şamanların o ruhu müalicə eləməyinə təslim olublar ki, o 40 min illik ənənəvi bir müalicədir ki, yəni mənim hipnozun özü belə şamanizmin əslində kökü, yəni onu belə inkar edirlər bir yerdə, bəziləri inkar edirlər, amma bir yerdə təslim olublardı o şeyə. Yəni psixologiyanın özü belə hipnoterapiyanı qəbul etməyə başlayıb, hətta onu Sigmund Freud gətirib, onun psixologiya özü psixoanalizlər apardığına görə. Ancaq ki, indi bir şey də var ki, gizlətmələrinin səbəbi, məsəl üçün, keçən səfər bir dəri xəstəxanasında, dəri dispanserində bir ananın oğlunun bədənində olan ekzamasının sağalıb-sağalmayacağına dair bir məlumat soruşması faktına qulaq asırdım. Qulaq misafir olmuşdum ona ki, demək orada deyirdi ki, bəs bunun müalicəsi var, deyir doktor, deyir, müalicəsi var, deyir, dərman da qəbul edəcək və bir məlhəmlər çəkəcək, deyir, keçib gedəcək, amma deyir, tam keçib getməyəcək ekzaması. Yəni cavabını da verdi, niyə görə ekzama tam keçib getmir? Onun cavabını niyə vermirsən bəs? Yəni ruhla bədəni niyə görə ayırırsan ki? Xəyanət görən qadının əgər xəyanətin stresindən onun üzündə urtiker səpkilər yaranıbsa, o stressdən allergik reaksiya verir, inkar edib, qıcıqlandığına görə bədəndə reaksiya verirsən, onu niyə inkar edirsən bəs? Söhbət ondan irəli gəlir. Travma şüuraltımızda qalır, yoxsa daxilimizdə? Şüuraltımızla daxilimizdə də eyni şey kimi düşünürəm. Travma şüuraltında qalır deyəndə ki, şüuraltında yığılır. Amma ki, onları bir üzə çıxardıb təmizləyəndən sonra da çıxır gedirlər. Sənlə dostlaşmağa başlayırlar. Məsəl üçün, bax, şizofrenləri, şizoidləri dəli kimi damğalayırlar, hə? Demək, bir şizofren olan bir kişi var idi ki, onu aparmışlar dispanserə yatızdırmışlar. Kişinin gözünə bir qoca kişi görünürdü, bir də yaşlı qadın demək, cavan qız uşağı görünürdü, artıq 6 yaşlarında. Kişiyə dərman verirdilər, kişi neçə il dispanserdə yatıb orada, psixiatrik dispanserdə. Demək, kişi çıxandan sonra, dərmanı dayandırandan sonra kişi deyib ki, əslində mən bunun real olmadığının fərqinə vardım. Deyiblər, nəyin? Deyir, gözümə görsünən insanların. Deyib, hardan fərqinə vardınız? Deyir, mən neçə ildir xəstəxanada yatıram, deyir, gözümə görsünən qız uşağı illərləndir 6 yaşındadır, o heç vaxt böyümür. Yəni, bu zaten o insanın toplumun kəsimindən fərqli olduğunu və qat-qat analiz qabiliyyətinin yüksək olduğunu, ağıllı olduğunun göstəricisidir ki, Albert Einstein'in, yəni riyaziyyatın o dahi şeyinin də mütəxəssisinin özü belə şizoid olublar. Yəni, bir çox mütəxəssislərin özləri belə çox şizoid olublar, özlərində qapanıq insanlar olublar. O baxımdan da bunu sadəcə şey deyirlər, gizlətməyə çalışırlar. Amerikanın psixiatriya kitabında 6000-dən çox xəstəlik növü var ki, o hər keçən il o kitab daha da qalınlaşır. Demək, uşağın məktəbdə müəllimənin üstünə qışqırması xəstəliyi. Oğlum, sən müəllimənin üstünə niyə görə qışqırdın? Gəl, sən antidepressant yazım, ged otur sakitləşik mərhələsinə qədər gəlib çıxıb. Yəni, o baxımdan da Azərbaycanın o ölkələrdən biraz arxada qalmağına da şükür eləməliyik ki, hətta düzdür, bizim indi nevropatoloqlar uşaqlara dərman yazmağa başlayıblar. Yəni, o qələt eləyirlər indi də. Amma ki, digər tərəfdən də bir şey demək lazımdır ki, belə deyək də, 4 yaşındakı uşağa antidepressant niyə yazırsan? Baxır ki, uşaq yerində dayanmır, böyüyün sözünə qulaq asmır.
Yəni böyüyün sözünə qulaq asmayan uşağa niyə görə dərman yazırsan? Söhbət ondan irəli gəlir ki, yəni Azərbaycan anaları uşaqlarını psixoloqa yönləndirməklərini belə get sağal gəl, bizə uyğunlaş deyərək göndərirlər. Uşağının da oradan sağlamlığına görə göndərmirlər. Yəni mən özüm psixoloqa gedib gələndə baxırdım ki, valideynlərimə uyğunlaşmağa çalışıram, amma özüm hipnoterapiyada sağalanda müəllimin yanına gedəndə ailəm məni bəyənmirdi ki, sən qudurmusan deyirdilər. Yəni mənim müəllimin dediyi bir şey o idi ki, sən əgər öz ailəvə qarşı qoruyub müdafiə edə bilmirsənsə, sabah sənin cəmiyyətə də haqqı yeyəcəklər, yəni boynunda oturacaqlardan gedir söhbət. Yəni ki, ona görə də get sağal gəl bizə uyğunlaş tipində göstərirlər onu. Bu baxımdan yəni iyrənc faktlardır, iyrəncdir ki, məsəl üçün ancaq milli mentalitetlə onu yerləşdirməyə çalışırlar. Amma halbuki o ancaq bir psixoloq var ki, ancaq milli mentalitet deyərək danışılır. Mən bilirəm ki, o mentaliteti ən qəşəng saqqız kimi çeynəyib görüşən bir adamdır. Deyir, yəni o görməzdən gələnləri həyatımızdan çıxarmalıyıq. Görməzdən gələnləri həyatımızdan çıxarmaq üçün biz özümüzü görməyə başlayandan sonra zaten onlar bizim parıldayan işığımızdan gözləri qamaşacaq. Eqoları icazə verməyəcək bizi görməyə, özləri rədd olub gedəcəklər. Deyir, nə deyir Allah? Yəni hər xəstəliyin psixoloji yaranma səbəbləri də var. Əslində var, psixoloji yaranma səbəbləri var. Sadəcə bəziləri onu tam şey edə bilmir. Sizdən deyir çox şey öyrəndim, Sənan bəy, Allah razı olsun. Eynəyvə işiyim. Külü başla. Əslində yaxşı olub, neysə. Antireklamın deyir özü də bir reklamda bayaq bir istifadə edədiyim cümlə var. Kəşfiyyatım açılır onda. Əslində təşəkkür edirəm sizə. Neysə. Yerdə qalanlardan üzr istəyirəm, çünki belə ədəbsiz yazılara məruz qaldınız. Ona görə sizdən də üzr istəyirəm. Çünki mən sualları orada şey deyirəm, bir-bir oxuyuram, deyən axırda yazılanları görmədim. Deyir, məndə də elə bilirəm, ölmüş insanlar çıxacaq qarşıma sanki. Ölmüş insanlar qarşıma çıxmağının səbəbi həmin o ölmüş insanlar sənin nəslində olan insanlardılarsa, onları niyə görə buraxa bilmirsən və həmin insanların ölümündə niyə görə özünü günahkar hiss edirsən ki, qayıdıb baxmalısan. Deyir, yəni o görməzdən gələnləri həyatımızdan çıxarmalıyıq. Yəni bu insanlar ən yaxınlarımdır, onları istəyirəm. Bax, keçən efirdə də dedim, indi deyəcəyim. Bayram günü heç bir tanıdığım adamı təbrik eləmədim. Yəni, tam səmimi deyirəm ki, heç bir qohumumu təbrik eləmədim, içimdən gəlmədi. Və baxdım ki, mən təbrik eləməyəndə onlar mənə saymırlar. Anladım ki, o bağı yaradan mən imişəm. Artıq özümü təbrik eləməyə başlayıram ki, mən bu illəri nə qədər uğurlar əldə eləmişəm, nə qədər qazandığım təcrübələrim olub, nə qədər mən birinci özümü təbrik eləməyə başlamışam. Yəni, təbrik elədiyim adamlar olub, amma özümü istəmişəmsə eləmişəm. Cəmi 2 nəfəri təbrik eləmişəm. Deyir, hər şey dərmandan ibarət deyil. Əlbəttə ki, dərman əslində lakonik key etmədir. Sənin duyğu keydir. Səsli kitab deyir, dinləməklə həyatımızı dəyişə bilərik. Bilmirəm, səsli kitaba mən qulaq asmamışam, çünki səbrim çatmır qulaq asmağa. Mən özüm oxuyanda və yaxud dəftərə yazanda daha çox yadımda qalır ki, əslində mən də onu tövsiyə görürəm ki, hər hansısa bir şey yadınızda saxlamaq istəyirsinizsə, şey eləmək istəyirsə, yazı ilə ya da şeir əzbərləməklə yadda saxlaya bilərsiniz, yaddaşı gücləndirə bilərsiniz. Axı bu insanlar ailəm yaxınlarımdır. Valla mənim əgər uğurlarıma sevinməyən, mənim əgər paxıllıq eləyən, məni aşağıya çəkmək istəyən insanlar, mənim öz indiki fəaliyyət göstərdiyim peşəmə hörmət eləməyən qohumum, mənim qohumum deyil. Müəllimimizin bir sözü var, deyir, mənim balamı istəməyən bacımı, qardaşımı Allah vurmuşdu. Yəni, çox gözəl bir sözdür ki, hətta ağzından öpürəm o sözə görə. Çox gözəl bir cümlədir. İndi sən bir yerdən sonra onlara görə qınından çıxıb qınını bəyənməmiş ola bilərsən, qudurmuş ola bilərsən. Əgər özümə dəyər vermək qudurmaqdırsa, sonra yerəm qudururam. Yəni, əlimin içindən gəliri deyə biləcək bir özgüvənə sahib olmaq istəyirsənsə, qayıdıb sən özü olduğun kimi qəbullanmalısan və başa düşməlisən ki, biz zaten varoluşumuzu döyüşə sperm olduğumuz vaxtdan başlayırıq. Həmin o sperm mayalanmağa başlayandan etibarən biz yaşamağa başlayırıq. Yəni, belə deyim də, mayalanma rüşəyin başlayandan sonra biz həyata doğulmağa başlayırıq, hamiləlik prosesi başlayır. Yəni, bizim varoluşumuz oradan gəlir. Biz varoluşumuzu qəbullanmağa başladığımız andan etibarən bizi qəbullana bilməyən insanlar həyatımızda olmur. Məni istəyirsənsə, məni qəbul eləməlisən. İstəmirsənsə də qəbul eləməlisən. Amma istəmədiyin halda məni bilsənsə qəbul edirsən, həyatından uzaqlaşaraq. Söhbət ondan irəli gəlir. Deyir, Sənan bəy, yaxşı insandır, ədəbsiz sözlər yazmayın. Onu deyirsiniz. Onlar mənim yaxşı olduğumu görür, amma mənim kimi yaxşı ola bilmirlər deyə yazırlar axı. Söhbət ondan irəli gəlir.
Mənim kimi yaxşı ola bilmirlər deyir. Ona görə o türklərdə bir şey var, deyir, sənin kimi ola bilmirlər deyə sənə bok atmağa çalışırlar ki, əslində sən də onlara öz kanalizasiyalarını göndərirsən, onlar öz boklarının içində boğulurlar. Söhbət ondan irəli gəlir. Deyir, qonşuda deyir, adam keçən il ölüb, elə bilirəm adam hər axşam oradan keçir gedir, amma qorxmuram, sadəcə beynimə həkk olub. Ruhlara inandırıblar da sizi, ola bilər uşaqlıqda ruhla qorxudublar və yaxud da deyir, dünyada deyir, ölülərdən yox, dirilərdən deyir, qorxmaq lazımdır. Yəni özünü qorumalısan. Qorxmaq lazımdır da, doğru söz deyiləsin. Yəni dirilərdən özünü qorumalısandan gedir söhbət. Yəni ruhlardan özünü qorumalı deyilsən. Hə, əgər o ruh sənin bədənindədirsə, o ruhdan sağalmaq olar. Onun üçün xüsusi egzorsiz seansı lazımdır. Canan bəy, qorxduğum bir şeyin üstünə getməliyəm, yoxsa nə edim, o qorxunu yox edim, izahlı deyin. Bax, məsəl üçün, mən əgər qaranlıqdan qorxuramsa, qaranlıq qorxusu deyə bir şey olmur. Qaranlıq məhfumu deyə. Qaranlıq məhfumu ancaq işığın olmamağıdır. Soyuq da deyə bir şey olmur. Yəni, soyuq əslində istinin olmamağıdır. Bu baxımdan da sən qaranlıqdan yox, qaranlıqda yaşadığın duyğunun təkrarlanmağından yenidən qaranlığa düşəndə qorxursan. Tutaq ki, hə, sən qaranlıq qorxu yenə bilərsən, necə? Yendiyi düşünə bilərsən. İşığı söndürüb oturacaqsan qaranlıqda. Beynin həmin o qaranlıqda heç bir pis bir şeyin var olmadığı təsəvvürünü yaradır. Çünki sən şüurunla özünü idarə eləyir, işığı söndürmək qərarını özün verdin. Bəs qəfil işıqlar sönəndən sonra nə edəcəksən heç nə? Həmin o bastırdığın duyğu pütləyib özünü göstərəcək. Söhbət ondan irəli gəlir. Yəni məruz qalmaq terapiyası sənin həmin qorxunu həmin vəziyyətdə afirmasiya şəklində idarə etməyə kömək eləyir, amma tam dərindən sağaltmır. Adamlar var ki, deyir, mən iki kişiyim, birisi nə var, mən beləyəm, mən heləyəm, mən heç nədən qorxmuram. Maşında avar eləyir, başlayır onu panik atak tutmağa. Bastırdı, uşaqlığında aldığı ölüm qorxusu çıxır üzə. Yəni o özünü elə göstərir. Deyirlər, əgər bədəndə xərçəng xəstəliyinin əsas səbəbi xoşbəxtliyin az olması bağlıdır. Xərçəng xəstəliyinin başlıca psixoloji səbəbi əslində özünü günahlandırmaqdır. Məsəl üçün, mənim tanıdığım bir qohumum var ki, onların nəslindəki insanlar tez ölür, amma nəslindəki insanların tez ölməyini normal qəbul edir və düşünür ki, mən də tez öləcəyəm, mən də ya xərçəng olaram, belə olaram. Yəni, amma halbuki anlamır ki, bunlara nəslinin tez ölməyinin səbəbi karmik vəziyyətdir, karmik durumda. Yəni, sağlam adam öz-özündən top kimi adam öz-özündən plakanda ölür, nə bilim, orada ölür, burada ölürsə. 60 yaşında, 50 yaşında ölürsə, demək səbəb odur ki, nəsillərinin karması var. Və hə, mən əgər o nəsildən gəlirəmsə və o nəsildən gələrəkdən öz yaşadığım həyatda, öz etdiyim səhvlərə görə özümü günahkar hiss edirəmsə və günahkar hiss edilən mən əgər cəzalanmaq istəyirəmsə, mən də tez ölməliyəm deməkdir. O proqram ona əslində ömrünü tez qısaldır. Ruh var sadəcə deyir, lətifdir, havadır, görmək olmur. Yəni, məsəl üçün, ruhlardan qorxan adama deyirəm ki, mənim sizin bədənimizdə ruh yoxdur, niyə qorxursan, öz bizdən qorxursunuz. Deyir, mənim qardaşım var, 33 yaş, heç kimə inanmır, insanlar haqqında mənfi fikirdə olur, şübhə duyur. Niyə? Çünki uşaqlıqda sevdiyi bir insan tərəfindən inamı sarsılıb deyənə artıq onlara qarşı pis fikirdə olur ki, insanlar pisdir, belə deyilədim. O baxımdan da, yəni, o duyğudadır. Yəni, qorxduğum şey başıma gələ bilərmi? Amma qorxduğum şeyin özü reallıqda mənə görə mümkün deyil. Qorxduğun şeydən sən qorxaraq əslində o senarionu beynində özün canlandırırsan. Məsəl üçün, bayıra çıxma, sənin dalınca düşərlər. Belə olur. Məsəl üçün, mənim özümdə olmuşdu ki, 13-14 yaşında mənə dedilər, çox bayıra çıxma gecə vaxtında. Qabağıma adam çıxar, belə olur. Doğrudan da qabağıma adam çıxmışdı və mən siqaret verməyə çalışırdı ki, yoxlurdu görsün siqaret çəkirəm yoxsa və onun verməyə çalışdığı şey də əslində narkotik idi əslində bəlkə də. Bəs mən o anda uşaq idim də, hə, onda biraz qorxub çəkinmişdim və evdə gedib demişdim, deyirdilər, gördün, bayıra çıxmaq olmaz, belə eləmək olmaz. Mən də başlamışdım onda anama atmaq qazandırmağa ki, hə, oradan bayıra çıxmaq olmaz. Amma halbuki həmin mənim valideynin bayıra çıxanda başıma pis bir şey gələr, qorxusunu mənə verdiyinə görə o qorxduğum şeyi özüm başladım yaşamağa. Söhbət ondan irəli gəlir ki, o duyğu məndə olmasa onu yaşamayacaqdım da. Deyirsən, bəy, mən deyirəm, yoldaşım narsistdir. Mən onunla ünsiyyətdə olanda bədənim əsir, halım qarışır. Ruhun reaksiya verir ki, bu insandan özünü qutar, xilas elə. Məsəl üçün, mən bayram vaxtı mən şəxsi işim var deyə Bakıya qayıtmışdım. Öz yaşadığımız məhəlləyə getmişdim. Nə olsun ki, mən sağalmışam, amma halbuki bədənim orada reaksiya verir ki, sən burada travma almışsan. Ona görə ürəyimə sıxılma gəldi, çıxdım oradan. Və ona görə də, yəni, həmin sənə doğru olmayan yerdə olanda, yanında olan insan əgər sənə aid, sənə doğru bir insan deyilsə, mərdiməzar bir insansa, əclav bir insansa, sənə bədəndən başlayır reaksiya verməyə. Hə, amma mən, məsəl üçün, mənim yanımda da özlərini sıxılan insanlar var.
Amma mən o qədər özgüvənliyəm ki, mənim yanımda sıxılan, ürəyi sıxılan insan, mədəsi bulanan insanı, amma məndə burada söyüş yazan insanlar var ha. Elə olduqlarını bilirəm deyə məni narahat eləmir. Çünki bilirəm onları sağalmaq istəmirlər. Yəni anormal insanlardır. Mənim danışdığım mövzuda ağrılarını görürlər. Onu qəbul bilmirlər deyənədir. Amma hə, mənim özüm də sıxıldığım o qədər tanış adamlar olub, adamlar olub ki, yəni baxmışam ki, bu doğru insan deyil. Çünki bizim müəllimimiz həmişə deyirdi ki, verbal ünsiyyət, yəni danışmaq, yazmaq əslində ən kobud ünsiyyətdir. Yəni insanın danışmadan ruhları belə bir-biri ilə yəni əlaqə saxlaya bilirlər. Yəni sən dediyin kimi yoldaşının yanında sıxılırsansa, demək sənin ruhun daralır o insanın yanında və ruhun deyir ki, məni buradan çıxart. Və sən də nə qədər yoldaşından ayrılmırsansa, yoldaşının yanındasınsa, demək öz ruhuna xəyanət edirsən. Boşanmaq deyəndə bəziləri gəlirdi ki, siz cəmaatın ailəsini dağıdırsınız, cəmaatı boşandırırsınız. Vallahi mən heç kimin xoşbəxt ailəsini dağıtmıram. Əgər mənim bir sözümlə kiminsə əgər ailəsi dağılırsa, demək zaten o qurulu yuvanın taxtaları çürüyür ki, bir dənə tutmayla dağılır. Söhbət ona irəli gəlir və ona görə də elə sağlam olmayan bir ailələri boşanmaq daha çox məsləhətdir. Boşanmağınız daha çox məsləhətdir. Yəni bunu sizə görə demədim. Çünki bəzən belə danışanda hərdən bir ağıllının biri gəlir, yazır orada gic-gic bir şey. Son 3 ildir ölümü düşünürəm, amma inancıma görə səbr edirəm, amma dayana bilmirəm. Xahiş edirəm, selektribin anlamadım axırını. Ölümü düşünməyimin səbəbi özünü nə günahkar hiss edirsən ki, özünü ölümlə cəzalandırmaq istəyirsən. Qaç, savaş ya da dön, hansını sevirik, yaxud seçməliyi seçirik. Savaşmaq əslində orada enerji sərf eləməkdir ki, yəni belə deyim də, baxırsan ki, savaşırsan, mübarizə aparsın, amma əldə elədiyin adam başdan xarabdır. Deyirsən, mən buna görə ömrümü xərcləmişəm. Ona görə də sonra başlayırsan özünə yazığın gəlmək. Gençliyimi geri versələr mahnısını oxuyursan, başlayırsan depressiya yaşayırsan. Deyir, hə, elə pis oluram Sənan bəy, pis günə qalıram. Anladım, başa düşdüm. Amma kəmlə travmanı sağala bilərsiniz, o duyğudan sağaldıqca, problemdən sağaldıqca, həm də insanın asılılığınız keçə bilər. Çünki toksik aslı münasibət, toksik əslində hərfi mənası zəhərdir. Yəni o zəhərli münasibətdə asılı qalmağın səbəbi bir yerdə sənin özünün qurban proqramlarındır. Bayaqdan suallar da ablalar gəldi, kəsildi. Hə, gəldi. Yəni özümü cəzalandırmıram. Sadəcə canımı qurtarmaq istəyirəm Sənan bəy. Ölməyi sən fiziki olaraq ölməyi deyirsən, amma gedib bu dəqiqə dənizə atlana bilərsən. Amma ki o deyir, dənizə atlansan, yaşamaq üçün çırpınacaqsan. Yəni sən içindəkiləri öldürmək istəyirsən. Yəni bu baxımdan da, yəni hə, özünü öldürmək istəməyi bir tərəfində əgər sənin bədənində ruh varsa da ola bilər ki, olmuşdu elə bir xanım deyirdi, mən ölmək istəyirəm deyirdi ki, onun bədənini işğal eləmiş bir ruh var idi ki, həmin o bədəndə ölmək istəyirdi. Xoş yayınlar, sizə cavablara görə çox sağ olun. Dəyməz, mən də sizə təşəkkür edirəm. Maraqlı efir aparmağıma kömək elədiyinizə görə mən də sizə təşəkkür edirəm. Niyə qorxduğun şey insanın başına gəlir? Qorxan gözə tez çox düşürdü, ona görə də sən onu yaşamaq istəyirsən bir tərəfdən də. Ona görə də yaşayırsan. Amma qorxuvu yaşamamaqdan ötürü, o qorxunu niyə görə qorxursan, qayıdıb baxmalısın. Bir dəfə mən demişdim ki, bir insan bütün qorxularından sağalmalıdır. Bir mənə yazmışdı ki, yox deyir, insan qorxudan sağalsın, dənizdə batmaz, otda yanmaz. Yəni sən qorxudan sağalırsan, sənin benim başın çatmır ki, niyə gedib dənizə atlanırsan ki? Yəni söhbət ondan irəli gəlir ki, amma dənizə düşəndə qorxmursan, sağlam, yəni başlayırsan dənizdən çıxmağa. Və digər tərəfdən də ki, belə bir şey deyim ki, yəni sən qorxaraq özünü sadəcə söyləyirsən. Yəni səni yerə yıxıblarsa, nə qədər qorxub yerə yıxılıb ağlaya bilərsən ki, nə qədər sürünmək istəyirsən ki, ayağa durmaq niyə istəmirsən? İstəmirsəndən gedir söhbət və o ayağa durmaq istəməyənlər, sağalmaq istəməyənlərdə ancaq özlərini acındırmaq istəyirlər. O qurban proqramında olan insanlar bax. Öz ailəmizə qaydanda, ailəmizdə yaşlı bir adam var. Deyirdi ki, mən də bilim, ağrılarım var, sağalmaq istəyirəm, belə eləmək istəyirəm, elə istəyirəm. Yəni halbuki o psixoloji olaraq sağalacaq bir məntiqdə deyildi, yaşlı bir insandır. Mən ona dedim ki, bitki çayları içə bilərsən, nə bilim, sedativ yarpaq var, nə bilim, melisa çayı var. Üzünü çevirdi, başladı mövzunu dəyişib başqa şey danışmaq. O mən bilirəm ki, o sağalmaq istəmir. Sadəcə ağrıyıram deyərək diqqət çəkməyə çalışır və mənə heç xeyir eləmir deyir, özünü acındırmaq istəyir. Adam halbuki özünü belə deyim, işgəncə verdirməkdən zövq alır. Yəni ağrıyır, ağrıdan zövq alır, amma ölmədiyinə görə də şükür eləyir. Yəni anormallıqdır da o.
Deyir, çox düzgün dediniz. Ruhum və bədənimdir uyuşmur. Yanlış ruh, yanlış yerdə, bədəndədir məncə. Məndə. Əslində ruhun yanlış bədəndə deyil. Ruhun doğru bədəndədir. Amma ruhun bədəni və doğru olduğunu izah eləmək üçün sənə o qədər ağrılardan keçirdir ki, həmin insanlar uşaqlıqdan çox ağır travmalarla böyüdülər. Çünki bizim ruhumuz bir qapaqdırsa, əgər bizim ruhumuz bir qazandırsa, bizim bədənimiz də onun qapağıdır. Və sən o qapağa uyuşmaq üçün o qədər gərək böyüməlisən, o qədər ağrımalısan ki, sən o pəncərə qapaq kimi belə uyuşasan, belə tam bütünləşəsən. Bu baxımdan da bizim ruhumuz çox müdrik və ali bir fərd olur ki, mən bilirəm ki, mənim ruhum bioloji yaşımdan qat-qat yüksəkdir. Və ona görə də ki, məsəl üçün mənim müəllimim demişdi ki, sənin ruhun yaşlı bir kişidən belə, ahıl bir, müdrik bir insandan belə böyüdü. Amma baxımdan, yəni mən öz təcrübəmə, öz gücümə arxayınam və öz bədənimlə onu uyuşturduğuma görə özümdən belə deyim də, özümü yetərli hiss edə bilirəm. Yanlış olmur, sadəcə travmalı insanların özlərini anormal insanlara normal olduqlarını sübut eləməyə çalışmaqdan yorularaq onlara təslim olduqlarını görə yorulurlar. Amma bir yerdə sən ona təslim olmalı da deyilsən, özünü sübut eləməli də deyilsən. Yəni dəlixanadakı dəlilərə sən ağıllı olduğu və də dəli olduğu sübut eləməli deyilsən. Onlar zaten dəlidirlər. Bir yerdə problem səndə olur ki, sən onların dəli olduğunu bilmirsən deyənə özünü sübut eləyirsən. Deyir, məsələn, qarışqanın fil olmağından qorxuramsa, deməli o başıma gələcək mənasız qorxudur. Demək, oturduğun yerdə belə deyim də kiçik problemlər çıxmağından qorxursan. Ola bilər ki, uşaqlığında ailə içərisində hansısa bir fərdlər o duyğunu yaşayıblar. Hər şeyə problemə çevriliblər. Yəni sən də o duyğunu kopyalamısan. Neysə, efiri sonlandıraq istəyirsinizsə, neçədə gəlir canlıdayıq? O, 1 saat 35 dəqiqədir. Efiri sonlandıraq, maraqlı efir keçdi. Yaxşı ki, bol-bol yazdınız, bol-bol müzakirə elədik, müşahidələr apardıq və boş-boş yazanları unutduq. Neysə, gecəniz xeyrə qalsın, növbəti efirlərdə inşallah görüşərik, görüşənədək hələlik.